yenməzdim o göylərdən mən. Kəşki yenməzdim o dağlardan mən. Kəşki yenməzdim o göylərdən mən. Kəşki düşməzdim o dağlardan mən. Sinəsi yaralı bir qartalam mən. Qırılmış qanadlı qartalmayam mən. Sinəsi yaralı bir qartalam mən. Qırılmış qanadlı qartalmayam mən. Endim dağlardan, döndüm rüzgara, əsdim dənizlərdən, dənizlərdən, dənizlərdən. Döndüm tufana, bir qasırğaya, dirəndim göylərə, göylərə, göylərə. Mən endim dağlardan, döndüm rüzgara, əsdim dənizlərdən, dənizlərdən, dənizlərdən. Döndüm tufana, bir qasırğaya, dirəndim göylərə, göylərə, göylərə. Həm yaralıyam, həm də tordayam. Qarabəxt, başı bəlalı, hər an zordayam. İmdad dilədiyim göylərdən də püskürəm. Ümidsiz, güvənsiz, yaman haldayam. Çırpın, yaralı qartal, çırpın. Bəlkə səni boğan torları qırıb atasan. Çırpın, yaralı qartal, çırpın. Bəlkə bir gün səmalarda yenidən pərvazlanıb uçasan. Salam, axşamınız xeyir olsun əziz vətənlərim. Sizin, xalqımın, bütün dünyanın nərəsində olmasından asılı olmayaraq bütün həmvətənlərimin Ramazan bayramını təbrik edirəm, mübarək olsun deyirəm. Allahın salamı, salamatlığı, rəhməti və bərəkəti hər birinizin, bütün müsəlman qardaş və bacılarımın üzərinə olsun deyirəm. Ya Allah, bismillah, verilişimizi başlayırıq. Ənənəvi olaraq bugün də biz Şərqi Türkistanın problemləri ilə bağlı olaraq qonaqlarımızı efirə dəvət etmişik. Vaxtı itirmədən mən qonaqlarımın təqdimatına keçirəm. Abdülsəttar bəy Türkiyədən öğrenci qardaşımız, o cümlədən də bizim Elminur xanım əfəndimiz, o da Türkiyədən İstanbul Üniversitesində öğrenci, birinci sinifdə dediyinə görə təhsil alır hal-hazırda. O da bizimlə bu günləri, bu mübarək efiri bölüşəcəkdir. Mən zaman itkisinə yol vermədən, mən Elnur xanım, siz mikrofonunuzu açın. Mikrofonunuz bağlıdır sizin. Mən gördüyüm gibi hər ikiniz mikrofonunuzu açın. Elminur Yusuf xanım əfəndimiz, buyurun özünüzü təqdim eləyin. Tamaşaçılarımız sizi tanısınlar. Ondan sonra biz söhbətimizə keçək. Buyurun Elminur Hanım, buyurun. Söz sizde. Selamünaleyküm. Merhaba herkese, iyi akşamlar. Benim adım İlminur Yusuf. Türkiye'de, İstanbul'da yaşıyorum 3 senedir. Bir Doğu Türkistanlı Uygur Türk'üm. İstanbul'da üniversite okuyorum şu an. İstanbul Ticaret Üniversitesi Bankacılık Finans Bölümü 1. sınıf öğrencisiyim. Çok güzel, çok güzel. Çok hoş oldu bizim için. Abdülsəttar Bey, buyurun siz de özünüzü təqdim edin tamaşaçılarımıza. Selamünaleyküm. Herkese merhaba. Ben Doğu Türkistan'ın Korlu şehrindeyim. 5 senedir Türkiye'de yaşıyorum. Şu an İstanbul Ticaret Üniversitesi Siyaset ve Uluslararası bölümünde hazırlıklarımı bitirdim. Yani birinci sınıfımın başlamak üzereyim şu an. Lap yaxşı, çox gözəl. Mən deməli tamaşaçılarımızın nəzərində də bir məsələni çatdırım ki, bizim bu günlərim Uyğur qardaşlarımızla
tam bir saat zamanımız var. Mən çalışacağım ki, vaxt bölgüsünü ədalətlə həyata keçirdim ki, sözlərini rahat şəkildə deyə bilsinlər. Tam bir saatdan sonra isə mən efirimizi inşallah hörmətli Qurban Məmmədova təhvil verəcəm. Buyurun Elminur xanım, buyurun söz sizdə, danışın və çalışın ki, rahat, sərbəst bütün olaylar barədə bizə tam məlumat verə biləsiniz. Buyurun Elminur xanım, söz sizdə. Şimdi nereden başlasam bilemiyorum. Siz nə vaxt, harada doğdunuz, Türkiyə nə vaxt gəldiniz, ailəniz nerede, hansı sizin o Çin rejimi sizə qarşı hansı işgəncələr törətmiş, hansı hadisələr törətmiş, bunlar barəsində buyurun məlumat verin. Sərbəst, rahat, həyəcanlanmayın. Buyurun. Sonuncu dəfə sizin qohumlarla, əqrabalarla nə vaxt əlaqənіз olub və ümumi hal-hazırda məlumatlar var. Durum barədə buyurun. Sərbəst şəkildə danışın. Tamam. Ben Doğu Türkistan'ın Korla şehrinin Lopnur ilçesinde doğdum. 1996. Evet. Orada ilkokul, lise bitirdim. Lise bittikten sonra yurt dışında eğitim almak için Mısır'a gittim. Kahire'de 3 sene kaldım. Orada İslami ilimler öğrendim. 2014 Mısır'a gittim. 2014'ten ta 2017 seneye kadar Mısır'da orada kaldım. Benim annem de babam da memlekette. Annem bir hemşire olarak çalışıyor. Uzun yıllardır hemşiredir. Babam da banka memuru, devlet memuru kendisi. Onlarla en son iletişimim 2014. Annemle Şubat ayının sonunda iletişime geçtim. Ondan sonra şu ana kadar annemin sesini bile bir kere olsa bile duyamadım. Babamı Mart ayının sonunda iletişim kesildi. Başka komşularımız vardı. Onlardan öğrendim ki onları kampa almış. Şu an hepimizin bildiği Nazi kampları almış. Sonra 3 senedir hiçbir bilgim olmadı. Nerede olduğu, o kampların nerede olduğu dair hiçbir bilgim yoktu. Elminur xanım, üzr istəyirəm. Sizin anneniz, babanız nerede? O fəaliyyəti nerede onlar həyata keçirdirlər? O yeriniz barədə, o vatanınız barədə məlumat verin. Onlar Lopnur'da yaşıyordu. Benim doğduğum yerde yaşıyordu. Yani Çin'de. Evet, Çin'de. Ha. Evet. Şərqi Türkistan'da, bəli. Ha. Evet. Bəli. Buyurun. Devam edin. Onların kampa alındığı haberi aldım. Sonra birkaç gün önce bir akrabamızdan haber aldım. Onlara hapis cezası vermiş. Bir de çok süresi de uzun diye duydum ama yani tam olarak kaç sene ceza verdiğini de bilmiyorum. Onların yani yurt dışına çıkma imkanı yoktu. Yani pasaportu vermiyordu. Annem söylediğim gibi bir hemşire, babam banka memuru. Yani hiçbir suç yok bir insanları bilmiyorum neden kampa aldı. Belki benim yurt dışında olduğum için, benim burada kaldığım için onları kampa aldı diye düşünüyorum. Sonra şimdi de hapis cezası vermiş. Və siz bu anneniz, babanızla bağlı bu deyirsiniz o məmur olub, bank məmuru olub, heç bir təqsir olmadan kampa alınıb. Siz Türkiyədə fəaliyyət göstərən bu Çinin böyük elçiliyinə bir müraciət elədinizmi bu barədə ki, neçə sənədir sizin annenizlə, babanızla əlaqə yox? Bu barədə bir məlumat verdinizmi ora? Yok, hiçbir malumatım olmadı. Onları da veremedim. Yani önceden hep susmuştum ben. Çünkü bir küçük kız kardeşim vardı. Kız kardeşim tek kalmıştı orada.
Sonra ondan endişe ettim. Yani bir sesimi çıkardığımda kız kardeşime bir şey olacak. Onu da kampa götürecek falan diye. Çünkü okuyordu, daha küçüktü. Çok endişe ettiğim için sesimi çıkaramadım. Sonra kız kardeşimin de onun da son bir sene iletişime geçemiyorum. Nerede olduğunu, şu an okuyor mu, ne yapıyor hiçbir bilgim olmadıktan sonra ben de sesimi çıkarmaya başladım. Ve bu Türkiye Dışişleri Bakanlığı hiç olmasa ve siz Türkiye'de indi öğrencisiniz, orada yaşayırsınız. Bu Türkiye'nin Dışişleri Bakanlığı ile bir alaka kurabildiniz mi bu arada? Bilgilerimizi biz birkaç arkadaş vardı bizim okuldan. Arkadaşlar vardı. Onların da ya annesi ya babası kamplara alınmış, hapis cezası vermiş öyle öğrenciler var, Uygur arkadaşlar var. Onlarla beraber biz annemizin, babamızın bilgilerini sunmuştuk. Şu ana kadar haber bekliyoruz ama bir dönüş olmadı daha. Heç bir məlumat əldə edə bilmədiniz. Elminur xanım, sizin ümumiyyətlə o Şərqi Türkistanda, sizin vatanınızda nə baş verir? Orada niyə görə sizə qarşı, siz bu müsəlman uyğunlara qarşı bu cür işgəncələr yapılıyor? O kamplar nədən belə və bu fəaliyyətin niyə belə sizə qarşı, niyə bu rejim bu cür qəddarlıq eləyir, cəllatlıq eləyir? Niyə görə? Səbəb nə? Bence bizim Müslüman olmamız, bir de Türk olmamız. Yani biz Türk kalıyoruz diyoruz. İster ki biz Türküz diyoruz ama onlar bizi kendisi gibi, yani Çinliler gibi öyle yaşamaya zorluyor. Bizi asimilasyon yapmak istiyor bize. Biz de ona uyumuyoruz. O yüzden hep böyle zulümler yapıyor. Aydındır. Hörmətli həmvətənlərim, hörmətli tamaşaçılarımız. Sizdən mənim bir ricam var. Bu bəyənin, paylaşın. Bu bəyənməni, bu paylaşmanı və sayımızın artırılmasını təmin eləyin və diqqətlə bizim efiri izləyin. Demək olar ki, bizim Uyğur qardaş və bacılarımızla baxın, taleyimiz tam üst-üstə düşür. Bizim bugünkü mövzumuz da dərdi var. Yəqin ki, dərmanı da var. Yəqin ki, inşallah Allahın izni ilə biz müsəlman olaraq Allahın verdiyi qüvvət hesabına bu vəziyyətdən inşallah çıxarıq. Abdülsəttar bəy, söz sizdə, buyurun. Sizdə nə məlumatlar var, efirimizə bildirin, buyurun. Nasıl başlasam, ben de Doğu Türkistan'ın, yani Şarkı Türkistan'ın Korlu şehrinde doğdum. Orada ilkokul, ortaokul, liseni orada okudum. Ondan sonra benim de yurt dışı çıkıp okuma şeyim vardı, hevesim vardı. Ondan sonra bizim zaten pasaport almamız çok zor oluyor. En az mesela bende $5.000 kadar mesela rişvetsiz pasaport alamıyorsunuz yani normalde. Yani 2015'ten önce rişvetsiz pasaport alamıyorsunuz. Hatta ki Çin parasıyla milyon yuan, yani dolara bakarsak mesela $150.000 kadar yani rişvet vermeniz gerekiyor. Yani $5.000'dan $150.000 kadar. Ondan büyük verenler de oluyor. Pasaport almamız daha zor. Yani rişvet almadan hiçbir alamıyorsunuz. Alamayanlar hiç alamıyor. Bazı rişvet verse bile alamıyor. Alamayanlar da var. Mesela ondan başka biz çift aileler mesela 3'ten fazla çocuklu olamıyorlar. Mesela memurlar, mesela İlminur'un anne babası gibiler, mesela devlette çalışanlar 2'den fazla çocuk olması yasaktır mesela. Eğer bilinirse direkt şey oluyor mesela, aldırıyorlar çocuğunu mesela. Başka mesela her türlü eziyetler çekiyoruz. Benim de annem babam hapse atıldı mesela. Onların hapse atılma sebebini söylersem gülersiniz yani. Mesela
babamın nasıl atıldığını bilmiyorum. Babamın kardeşi şeye atıldı mesela. O da Nazi kampına atıldı. Ondan sonra benim bir kardeşim vardı. O kardeşim ben 2016 şeye döndüm. Doğu Türkistan'a döndüm. Döndükten sonra beraber mesela başkente gittik, gezdik falan döndük. Ondan sonra ben 2016 döndüm. Yani Türkiye'ye döndüm. Onun yani kampa atılma sebebi nedir biliyor musunuz? Benimle şeye gitmesi yani mesela Ürümçi'ye gidip benimle gezmesi yani onun için hapse atıldı. Mesela annemin kardeşinin kampa atılma sebebi mesela benimle Kuşa şehrine gidip ticaret yapması. Yani ticaret yaparken yani otelde bir odada kalması. Yani bazen mesela şu anki bazı atılanlar var. Onları mesela 2015 herkese pasaport dağıtıldı mesela. Çöp gibi dağıtıldı. Yani herkes alıyor. Çünkü rişvetsiz pasaport alamıyorsunuz ya. Alamadıktan sonra işte pasaportu çöp gibi dağıttı. Yani herkes alabildi. Ondan sonra herkese yurt dışına çıkma bir hevesi geldi. Çıktı, sonra döndükten sonra bazısı kaldı, bazısı döndü. Ondan sonra gelenlere niye yurt dışında ne yaptınız falan, devlete karşı ne yaptınız? Onun gibi suçuyla attılar. Mesela pasaport almayanlar vardı. Mesela bunun altında bir şeyler vardı diye. Yani niye pasaport almıyorsunuz diye onları attı mesela. Yani anlatabiliyor muyum? Mesela ne kadar bir saçmalıkla yani bir sebepsiz atıyorlar. Yani kardeşimin benimle gezmesi suç. Annemin kardeşinin benimle bir otelde kalması suç. Yani bunun ötesini diyemiyorum yani. Yani annemle babamın kampa atılması yani onun sebep göstermeme gerek yoktur. Yani bu kadar sebeple. Mesela başka bunun yurt dışı şu an biz mesela Skype kullanabiliyoruz, WhatsApp kullanabiliyoruz, mesela YouTube kullanabiliyoruz, Google kullanabiliyoruz. Ama bizim Doğu Türkistan'da bunların hiçbir şey yok yani. Eğer bunları kullanırsa direkt hapse giriyor. Anlatabiliyor muyum? Yani normal bir insan hakları. Normal yani. Ben 2017 olabilir. 2017 bir arkadaşımı aradım. Yani Kurban Bayramı'yla kutlamak için aradım. Aradıktan sonra dedim ki böyle sadece salam verdim. Şöyle konuştuk, bir 2 dakika olabilir. Ya fazla bir şey sormadık, yani salamlaştık, salam saat verdik. Ondan sonra onu 1 yıl kampa atmış. Yani yurt dışından gelen bir telefonla. Evet. Mesela yurt dışından gelen, mesela orada WeChat kullanabiliyor. Yani WeChat'la iletişim geçiyorduk. Yani mesela WeChat'lerimizi kapatıyorlar mesela. Biz iletişim kurmasın diye de. Ondan sonra bir TikTok, sadece Çin'de kullanabileceğin bir TikTok var. Yani o TikTok'u indirip yani o memleketimizi göreceğiz diyoruz. Onlara bile imkan vermiyorlar. Yani hesap açtıktan sonra kapatıyorlar direkt. Yani sosyal medyadan yani memleketini görme bile imkanın yok. Yani ben en son annemin 2017 konuştuk. Ondan sonra oğlum artık yapamayız. Allah'a emanet dedi. Öyle yaptık. Yani en son görüşmemiz 2017 oldu. Ondan sonra görüşemedik yani. Aydındır. Abdülsattar bəy, sizin məlumatınız var mı? Türkiye'de hazırda Şərqi Türkistan'dan ne kadar öğrenci var? Şu anlık bilmiyorum. Mısır'dan da giden arkadaşlar var. Mesela Mısır'da İlminur daha iyi anlatabiliyor. Mısır'da yani
Çin polisleriyle Mısır yani askeri yani Uygurları tutuklayarak aldılar mesela memleketi zorla tutuklayıp gittiler yani. İlminur bu Mısır'da olduğu için benden daha iyi biliyor, bilgili yani. Ondan sonra Evet. Mısır'dan kaç giden var, öğrenciler var. Onlara beraber bir 3000'den 5000'e kadar öğrenci var diye düşünüyorum. 3000 öğrenci yani üniversite okuyan 3000 öğrenci falan diye düşünüyorum. Bu öğrenciler neçə min öğrenci Türkiye'de bir etiraz elədinizmi? Bax sizin annenle, babayla əlaqə yox, akrabalarla heç bir əlaqə qura bilmirsiniz. Əlaqə quranda onlara orada problemler yaşanır. Böyle bir faaliyette buldunuz mu? Bulunduk. Mesela bunu daha net bir konuşayım. Şu an Çin'in yani dünyanın süper gücü yani ikinci süper gücü oluyor Amerika'dan kalsa. Yani bizim bir şey anlatsak bile mesela konuşuyoruz diyoruz annemizi aldı babamızı aldılar hapse attılar böyle böyle oldu diyoruz ama kimsenin sesi çıkmıyor. Yani bizim gibi bir mezlum yani aciz bir millete yardım ederek Çin'e karşı olmayı yani istemiyorlar yani. Yani bu kadar yani yaptık ama bir şeyini göremedik, meyvesini göremedik. Aydındır. Bu Şərqi Türkistan sürgün hökuməti var. Onunla bir bağlantılar var mı? Onlar bir iş görebilirler mi? Yani hükümet de ama şeye göre daha yani resmen bir hükümet olmadığı için kimse itiraf etmiyor yani. Mesela bir mevhum bir hükümetle dost olup yani dünyanın ikinci süper gücüyle yani düşman olmanı kimse istemiyor yani. Anlatabildim mi? Aydındır. Aydındır. Abdülsəttar bəy, sizdə ümumiyyətlə məlumat var mı? Orada bax annen, baban, o cümlədən də Elmünur xanımın annesi, babası, qohumlarınız, akrabalarınız o kamplarda tutulan o Uyğur Türkləri, onlar hangi işgəncələrə məruz qoyulur? Hansı belə zülümlərə məruz qoyulur onlar? Onları internette paylaşan birkaç video var. Mesela her gün Kızıl Marş mesela Komünist Marşı söyletmeden yemek vermemek gibi. Ondan başka mesela ölenler var. Ölenleri direkt yani iç organlarını alıyorlar. Direkt mesela hapse atıyorlar. İsterseniz Google'e basın. Halal organ diye basın. Bir sürü Arapların Çin'in iç bölgesine gidip bizim kardeşlerimizin yani iç bölgelerini satıp alıp kendi şeyine mesela yani sağlıkları için bizim kardeşlerimizin iç organları alıp yani kullanıyorlar yani. Anlatabildim mi? Bu kadar yani. Evet. Size mesela için mesela iç bölgelerinizi alıyorlar. Mesela bir ilaç mesela şöyle çok heyecanlıyım. Biraz Sakit olun. Evet. Danışın. Devam edin. yani direkt bizi mesela praktik ediyorlar mesela doktorlar. Anlatabildim mi mesela? İç Aydın. organlarımızı satabiliyorlar. Onun içinde kız kardeşlerimiz mesela taciz ediyorlar. Yani ondan ötesi işte. Aydındır. Aydındır. Heyecanlanmak lazım değil bu Abdülsəttar bəy. Olur belə keçən verilişlərdə də sizin soydaşlarınız çıxdı. Elə dəhşətli faktlar danışdı ki, heyecanlanmaq lazım değil. Elmünur xanım, indi sözü sizə verək. Siz bu işgəncələr barədə nə deyə bilərsiniz? Hangi məlumatlar var sizdə? Anlamadığım soruyu bir daha alabilir miyim? İşgəncələrə məruz qoyulanda bu işgəncələr barədə hangi işgəncələr verilir orada? Sizin akrabalara belə məlumatlar var mı? Kamplarda tutulan o Uyğur Türklərinə hangi işgəncələr verilir?
kampları anlatan çok videolar oldu. Oradan kaçıp gelen birkaç bir abi vardı. Bir de bir abla vardı. Onların söylediklerine göre oranın yani bir odada çok kişi kalıyor. Mesela bir odada 30 kişi falan, mesela kadınlara göre bir 30 kişi kalıyor. Onların uyuma imkanı yok. Yani böyle bir rahat uyuma imkanı yok. Yarısı uyuyor. Bir saat sonra onlar kalkıyor. Bir de yarısı geri kalanları uyuyor. E, yemekleri e, yemekleri sadece Çin'in bir ekmek gibi bir şey var. Çok sert oluyor. Bozulmuş o ekmeklerinden veriyor. Günde bir tane sadece. E, bir çorbası var. O çorbası da hiç çorba değil. Suya Çin'in bir sebzesi var. Sadece onu koyan bir çorba. Yani onundan veriyor sadece bir tane. E, e, kampın içinde birbiriyle böyle sohbet etme imkanı da yok. Mesela ben kendi kendime böyle ağzımı hareket ettirsem, sen dua mı ediyorsun acaba? E, ne yapıyorsun diye. Yani beni cezalandırıyor orada. Aydındır. En basit, evet. Bəli. Danışın. Yani en basit yaşama imkanı da yok onun içinde. Şu Aydın. an nasıl anlatsam Siz bilemiyorum. həyəcanlı olduğunuza görə rahat danışa bilmirsiniz. Ona görə biraz mövzudan kənara çıxar. Sizin Azərbaycan barədə məlumatınız varmı? Qarabağ barədə məlumatınız varmı? Bizim bu vətənimiz, gözəl vətənimiz barədə. Azəri türkləri barədə məlumatınız varmı? Malumatım var. Azeri Türkleri yani Türkleri de çok benziyor Türkiye Türklerine. Bir de konuşmaları Uygurca'ya çok benziyor diye böyle mesela şarkılar duyuyorum bazen Azerice. Çok yakın geliyor bana. Uygurca'ya çok yakın geliyor. Qarabağ'ı tanıdınız mı? Hiç gitmedim. Bir gitmek istiyorum. Qarabağ barədə eşitdinizmi? Tanıdınız mı Qarabağ'ı? Yok, hiç tanımadım. Ermənilərin necə ki Çinlilər sizə elədiklərindən bizə də ermənilər eləyirlər. Ermənilər barədə. Ermeniler. Sizdə məlumat yoxdur bu arada. Aydındır. Evet. Aydındır. Biz keçək Abdülsəttar bəy. Siz bu Türkiyədə, İstanbulda, oturduğunuz İstanbulda küçələrdə, sokaklarda gəzərkən bir Çinli rastlaşırsınızmı? Onu görəndə siz hansı hissləri keçirdiniz? Necə olur vəziyyətiniz sizin? Sorunuzu bir daha alabilir miyim? Siz İstanbul'un sokaklarında gəzərkən bir Çinli görürsünüzmü? Orada necə olur? Sizə münasibət necə olur? Sizin hissiyatınız necə olur orada? Yani nasıl anlatsam, bir Çinli görürsem yani içimden bir nefret geliyor diyorum. Yani sizin yani bir düşmanınızı görerseniz yani size göre yani Ermeniler yaptım dediniz ya, siz yani herkesin yani düşman, benim gözümle yani düşman görünüyor işte, yani anne babama yaptıkları gözümün önüne geliyor. Yani öyle. Aydındır. Abdülsəttar bəy, bu sizin ümumiyyətlə məlumat varmı? O kamplarda nə qədər insan saxlanılır? Hangi müddətə saxlanılır orada onlar? Şeye göre Amerika'nın statistikasını gördünüz galiba. 1 milyon falan diyorlar. Ama
Evet. Gayri istatistiklere göre 3 milyondan 5 milyona kadar insan. Yani şöyle mesela 1 milyon insan dersek yani onun çocukları vardır, şeyleri vardır mesela. Yani burada yaşayan herkesin aldılar. Yani siz mesela 2009'daki yani 2010'daki mesela Kaşgar'daki İtika Camii'nin önündeki resmini görün, videolarını görün, şimdiki videoları görün. Ürümçe'nin yani Bulakbaşı sokağında yürüyen 2009, 2008, 2010'daki adamları görün. Ondan sonra şimdiki fotoğraflarını görün. Yani adamsız bir sokaklar. Ya milyonlarca yani o sokaklara kimse çıkamayana göre onlar hapstedir yani. Aydın. Bir de çocuklar var. Mesela annesi babasını hapse alıyor. Ondan sonra işte çocuğa kimse bakamıyor. Ondan sonra ona da hapse alıyor. Yani hapis demeyelim de Çin'in küçükleri eğitimi kampları. Yani orada ne Uygurca öğrenebiliyor, ne milletini bilebiliyor. Mesela onun videoları bile var yani. Nerelisin diyor. Çin'in bize verdiği bir ad var mesela Sincan diye lanet bir isim. Sincanlıyım diyor. Yani direkt Çince konuşuyor yani. Uygurca konuşamıyor. Yani annesini göremeyen nice çocuklar var. Ağlayan videoları var. Onu seyredebilirsiniz. Yani internette bayağı var. Yani Google'den araştırıp izleyebilirsiniz. Ondan başka Aydın. Bəli, bəli. Bu kadar. Buyurun Abdülsəttar Bey. Devam edin. Ona göre yani çocuklarını göre çocuklarını bile alıyorlar. Mesela onları başka bir eğitim veriyorlar. Anne babalarını alıyorlar mesela. Onun gibi yani ona göre 3 milyondan 5 milyona kadar insan diye tahmin ediyorum yani. Aydındır. Abdülsəttar Bey, sizin bizim vatanımız olan Azərbaycan barədə, Qarabağ barədə məlumatınız var mı? Karabağ var. Bir soykırımla ilgili bir haberim var. Mesela Bəli. Şeyden bir sürü Azeri kardeşlerimizi orada soykırım öldürülen bir şey var. Bir vaka gibi. Ona göre bir şeyim var, bilgim var. Aydındır. O soyqırımı kimlər yapır? Bilirsinizmi? Məlumat var mı sizdə? O Azeri qardaşlarınıza qarşı kimlər yapır o soyqırımı? Ermenileri tarafından yapıldı mı? Öyle duymuştum. Hayır. Yəqin siz onda belə çıxır ki, siz o qədər də maraqlanmırsınız da bu Qarabağla Azərbaycan. Biz bir türk, bir eyni soydan gələn bir millətlərik, xalqlarıq. Aydındır. Mən istəyirəm növbəti sorunu mən bizim Elminur xanıma verim. Elminur xanım, sizin hal-hazırda Türkiyədə yaxın akrabalarınız varmı? Onların ümumiyyətlə belə deyək də, sizə yaxın olan insanlar, Şərqi Türkistandan olan ailənizə yaxın insanlar, akrabalar varmı, yoxsa yoxdur? Yok, burada hiç akrabalarım yok. Evet. Abdülsattar Bey biraz önce konuştu ya bize pasaport vermiyor diye. Bizim o ilçeden sadece bana vermişti pasaportu. Önceden akrabam vardı. Ben Mısır'dayken akrabam vardı. Orada okuyan abim vardı. Yani akraba olarak abim vardı. Yengem vardı. Onlar 2016 senede memlekete döndü. Evet. Döndükten sonra abim de hapse atmış, hapis cezası vermiş. Bir de
çok uzun sürelik bir hapis cezası verdi diye öyle duydum. Sonra başka akrabalarımız yok. Türkiye'de falan akrabalarım yok. Aydındır. Bir dəqiqə üzr istəyirəm. Bizim dostumuz Efrə zəng eləyib. Babək bəy, buyurun, salam aleykum. Bayramınız mübarək. Nəsə vacib arxa-arkaya zəng elədiniz, məcburən mən cavab verdim. Buyurun, buyurun. Salam İlham bəy, siz də salam deyirəm, qonaqlarınızı da. Aleykum salam. Və Azəri Freedom izləyiciləri də buradan salam deyirəm. Siz orada bir soru qoydunuz. Dediniz ki, sizin Doğu Türkistan'dan olan bazı kardeşler Qarabağ problemi ilə maraqlanırlar ya maraqlanmırlar, eşitirsiniz, eşitmirsiniz. Təəssüflə onların da o boyda Türk dünyasının faciəsindən xəbərləri yox idi. Bu elə bir ki, iki bir talihdir. Bizdə də bu günləri Azəri Freedom'da elə bir önəmli programda baxanda ki 400 adam izləyir. Çok təəssüf edirəm. Yəni biz də biganə, onlar da biganə. Bu başqa bir tarixi də mənim yadıma salır. 1990-cı illərdə əvvəllərində, 88-in axırlarında Dağlıq Qarabağda qan töküləndə bizim bazı qardaşlarımızı ermənilər zorlayanda, evin yandıranda, didərgin salanda Güney Azərbaycanın 95% heç bilmirdi ki, Quzey Azərbaycanda nə olur. Onun üçün bu günlərə Azəri Freedom'da 400 izləyici olan belə bir verilişə önəm verməyə gedə hansıza söyüş programlarına, hansıza Putulğa araq içibdir, ağzına nə gələn efirlərdə danışır, oraya yığışırlar, 6000 canına baxırlar. Ona görə o zamana kimi ki biz belə faciələri çox yaşayacaq millət olaraq. Və çox təəssüf edirəm. Amma indi bir xatirədir. Bir gün bir erməni, İran ermənilərdən gedirdi Ermənistana. Qatarda ondan bir jurnalist ona sual verdi ki, nə hisslər keçirdirsiniz? Yəni İran ermənisindən soruşurdu. Cavan oğlan idi, çox yaşı da yox idi. O cavan erməni dedi ki, mən İrana gedirəm, bilmirəm nə hisslərlə gedirəm. İran biz üçün müqəddəs bir şəhərdir. Evet. Və oradan qaynaqlanır bir millət necə olmalıdır, öz tarixini necə düşünməlidir. Uyğurlu, Azərbaycanlı, Güneyli öz taleyindən, yəni öz taleyinə biganə olub gəlib çıxmışıq bu yerə. Ona görə mən Uyğur bazı qardaşlarımı nəzərdə tutmuram. Əslində nəzərdə tuturam Azəri Freedom izləyiciləri. Bu günləri nə üçün 1500, 1600, 2000 izləyicisi olan bir günlərə 400, 500 nəfər adam baxmır. Onun üçün bu onu göstərir ki, biz hələ bir millət olmaq üçün çox şeyləri öyrənməliyik. Yoxsa başqa efirlərdən falan 4-cü, 5-ci icra başçısının yalanını bizi azdırmaq üçün, xalqımızın beynində kaos yaratmaq üçün, özünün öz faciəsindən uzaqlaşdırmaq üçün o verilişlərə gedə 70-80 min nəfər adam baxırsa, mən nə deyim, onun üçün bu sual mənim üçün çox ağır gəldi. İstədim ki, arayam, bir millət olaraq ağlımızı başımıza yığıb öz faciələrimizlə özümüzü məşğul edək. Onun üçün mən çox üzr istəyirəm, arada verilişə qatıldım. Təşəkkür edirəm sizə İlham bəy. Təşəkkür edirəm. Sağ olun Babək bəy, biz də sizə təşəkkür edirik ki, efirimizə qoşuldu. Sağ olun, inşallah görüşərik. Sağ olun. Sağ olun. Deməli, Abdülsəttar bəy, Elminur xanım, yəqin ki, siz bu deməli bizim Azərbaycanlı qardaşımız olan, Türk qardaşımız olan Babək bəyin dediklərini başa düşdünüz. Sadəcə olaraq ola bilsin ki, biz niyə görə, bəli, mən də Babək bəylə tam razılaşıram ki, biz o qədər taleyimizə laqeydik ki, biz həm bir Türk olaraq, müsəlman olaraq biz heç birimizi bir-birimizin belə deyək, o faciələri ilə, o problemləri ilə yaxından tanış olmaq istəmirik, belə deyək də. Yəni bu istəkdə heç vaxt bulunmamışıq. İndi biz Azəri Freedom olaraq, Azəri Freedom TV olaraq aradıq, axtardıq və belə hesab elədik ki, bəli, bu günlərim dünyanın heç bir yerində Şərqi Türkistanda baş verən
dəhşətlərin bir oxşarı, bir analogu yoxdur. Amma bizim də təbii ki, Qarabağda, Azərbaycanda bu ermənilər tərəfindən düçar olduğumuz, məruz qaldığımız bu faciələr demək olar ki, sizin keçirdiyiniz o zəlalə, o zülmlə tam üst-üstə düşür. Amma biz bilirik ki, Allahın verdiyi dərdin hər birinin içərisinə Allah öz dərmanını da, ilacını da qoymuşdur. Elminur xanım, bizim artıq verilişimiz də sona çatmaq üzrədir. Mən istəyərdim ki, siz gələcəkdə, bax, gənc insanlarsınız, siz təbii ki, Şərqi Türkistan vətəndaşı olaraq, Uyğur türkü olaraq, siz yəqin ki, bundan razılaşa bilmərsiniz ki, bu zəlalət, bu zülüm sona qədər davam eləsin. Bax, nə fikirləşirsiniz Elminur xanım? Nə etmək lazım ki, siz bu zülümdən qurtula biləsiniz? Bu faciələr davamlı olmasın, təkrar olmasın, illərlə bu davam eləməsin. Elminur xanım, bu barədə nə fikirləşirsiniz siz? Nə etməli ki, siz bundan qurtula biləsiniz? Buyurun Elminur xanım, söz sizdə. Evet, çok güzel bir soru oldu. Yani ben de her gün böyle bir soru düşünüyorum. Yani kafamda böyle bir soru var. Neden bu zulüm yüzyıllardır böyle başımızda var? Hiç eksik olmuyor. Neden hep başımızda zulüm oluyor? Nasıl kurtarmamız gerekiyor diye böyle hep düşünüyorum. Bence biz gençlerin yapmamız gereken en büyük bir şey okumamız. Hepimiz hangi sektörlerde olsun iyi okumamız gerekiyor. Bir de hepimizin bir araya gelip birlik olmamız gerekiyor. Yani hepimizin derdi, yolu bir olması gerekiyor. Birlik olup Çin'in bu zulmüne karşı sesimizi bir araya getirip onlara karşı bir güç toplamamız gerekiyor. Aydın. Abdülsəttar bəy, xilas yolu nədir? Siz də bir gənc olaraq geymişsiniz cəngavər paltarında, formasında. Necə etməli? Necə etməli bu zülüm sona yetməli? Bu da benim her gün kafamı karıştıran bir sorudur. Kafamı karıştıran bir sorudur. Yani şu an kimse bize dost olarak Çin'e düşman olmak istemiyorlar. Ama yani bize gidip savaşın demiyoruz. Yani bize gidip beraber cenk edin falan demiyoruz. Bize sadece böyle ses olun yani. Hiç olmadı ses olun. Sesimizi duyurabilelim. Yani bizim ne çektiklerimizi yani anlatabilelim yani. Daha da anlatabilelim. Yani öyle düşünüyorum. Böyle yapa yapa herkes duya yani bir şey getirebiliriz mesela. En azından ona karşı bir Çin'e karşı bir ses getirebiliriz. Onu biliyorum. Yani bilim alarak, yani kendimizi yükselterek, yani her bir devletlerde, her yerlerde kendi istikbalımızı kendi yerimizi bularak şey yapabiliriz mesela. Hem yani yaşadığımız yere fayda vermek, hem de kendi mesela devletimize, kendi memleketimize, Doğu Türkistan'a bir fayda vermek, yani onu yapabiliriz diye düşünüyorum. Təşəkkürlər. Bizim efirimizə yeni bir qonağımız qoşulubdur. Mən yeni qoşulmuş qonağımızı salamlayıram. Allah'ın salamı olsun onun üzərinə deyirik. Buyurun qardaşım, özünüzü təqdim edin. Mikrofonunuzu açın, özünüzü təqdim edin. Təəssüf. Qardaşım, siz mikrofonunuzu açın.
Mikrofonunuzu açın. Təəssüf qardaşın deyəsən. Selamünaleyküm. Aleyküm salam, buyurun. Avaz var mı? Bəli, səsiniz gəlir. Selamünaleyküm. Ben Turmehmet Haşim. Japonya'dan. Olman. Bəli, buyurun. Aleykümselam. Avaz geldi mi? Bəli, gəlir. Muhammed bəy gəlir, buyurun. Muhammed bəy oldunuz da siz? Çok. Turmehmet. Haşim. Buyurun kardeşim, buyurun. Çok hoşal oldum sizlerle görüşüp. Ben Japonya'dan Turmen. Japonya'da çalışıyorum. Engineer oluyorum. Tarımçılık engineer yapıyorum. Kardeşim bir dəqiqə üzr istəyirəm. Siz telefonu belə yanı üstə belə qoyun, çevirin telefonu. O oyuna tam doğru. Da toxunmayın. Buyurun, davam eləyin, buyurun. Oldu mu? Oldu. Buyurun, davam eləyin. Davam edin. Söz sizdə. Buldu. Bəli, buyurun. Hemen hazır Abdülsattar kardeşimiz, Amina kardeşimizin gapını anladım. Bularına ait yaxşı Doğu Türkistan'ın ahvalını düşendirdi. Hazır Çin Komünist Partiyası Doğu Türkistan'da Uygurlarga milli erkek kırgınçılık edip verivatıdı. Bəli. Tahminen 3 milyon Doğu Türkistanlık Uygur Türkleri işkence hastada, lagerlerde kamlılık. Yine 1 milyon kardeşlerimiz Çin'in ülkeleriyle hep getirdi. Bular 2018 yıl 9. aydan 12. ay 4 ay devam etip 1 milyon Uygur Çin ülkeleriyle hep getirdi. Şunun için hazır 4 milyon Uygur Türkleri hazır Çin'in işkencesi de. Şimdi bu Çin ülkeleri hep getirilgen bu Uygur Türklerin ne yapar dediysek bunların içki azalarını Çinler elip satmış. Çin devleti Uygur Türklerinin içki azalarını alıp özünün puxlarına ve çetelden kelgen içki aza ihtiyaç kıldığan kişilerge satmış. Mesela bir yürek satmakçı olsa bir yürek 350 bin dolar buldu. Bir yürek. Börek satıldı. Öpke satıldı. Muşnak içki azalarını satıp pul kıldı. Hazır bu iş hazıryan devam yapıyor. Çin'de bu içki azanı elip satış 1990 yıllar başlangan. Altıda Evet. bula şu cinayetçilerinin içki azasını elip satırgan boğan. Keyin bulanın bu sodası çoğuyup her yılı öldürülen bu cinayetçilerin sanı yetişmegenden bular Falun Gong degen bir Xitaylar guruhu da Falun Gongçilarının içki azasını setişini başlagan. Keyin bu Falun Gongçilarının meselesi halkarada kengiyip Amerika ve Avrupa devletleri Xitayning bu qilmishiga qarshi chiqqandan keyin bular tadrijiy Uyg'urlarning ishki azasini setishni boshladi. 2016 yildan keyin Uyg'urlar keng ko'lamda lagerlarga qamalish boshlangandan keyin shu vaqtdan boshlab yana Uyg'urlarning ishki azasi elib setish boshlandi. Hozirgacha qadar qanchalik Uyg'urlarning ishki azasi setilganligini biz yaxshi bilmaymiz. Lekin
2018 yılı 9. ayının 12. aya kadar boğan 4 ay mezgilde 1 milyon Uygur'unki Xitay ülkeleriga götkülünüp bular her bir Xitay ülkesiga 2000'den 3000'den 5000'den bölünüp hazırlıkça bu ahval davamlaşıyotir. Aydındır. Turmuhammed Bey, Hoş. deməli, mən sizdən bir soru soracağım. Vaxtı, yəni zamanımız da biraz az qalır, amma bu vacib bir sorudur. Siz hazırda Yaponiyada oturursunuz. Orada Uygur Türkləri, nə qədər Uygur Türkü var orada, Yaponiyada? Yaponiyada Uygur Türkleri 2500'dek var. Bunlar asasiyatin Japon şirketlerinde çalışıyor. Japon üniversitede profesör olur. Japon'un tədqiqat organları tədqiqatçı olur. Andın bunların 60% okuatır Japon'un üniversitelerinde. Lekin 2017 yıldan keyin bu Xitaydan Yaponiyaga kelgan o'quvchilar butunlay to'xtadi. Aydındır. Bəli. Hazır Yaponiyada ban Uygurlar 2017 yıl burun kelganlar. Aydındır. Turmuhammed Bey, sizin hazırda Şərqi Türkistanla əlaqələriniz var mı? Alakam yok. Benim bir kızım Ürümçi'de var. Onun bilen ben 2017 yılgacha alakam vardı. Her ayda turmuş pulu, turmuş parası veretim. Lekin 2017 yıl 11. aydan keyin alaka üzüldü. Bilmiyorum hazır qayerda var. Tirik mi ölük mü bilmiyorum. Məlumat yoxdur. Siz ümumiyyətlə hazırda orada sizin qohumlar, akrabalar, kızınızı dediniz, Aydındır. Başka o kamplarda yerleştirilen, o düşərgələrə salınan akrabalarınız var mı? Onlar hangi işkenceler orada görürler? Kardeşim ben Japonya'ya 1994 gelgen. 1997 yıldan tartip ben Uygur davasını Japonya'da başladım. Şu kadar ben Doğu Türkistan'daki benim arkadaşlarım, urug tuqqanlarım bilan alaqam üzük. Çünkü ben ularning nima ish qilganligini, nima qayerda ekanligini hozir bilmayman hech qaysi bilan. Alaqam yo'q. Shunga ularning qanchasi lager kirib ketdi, qanchasi o'ldirildi, bu to'g'riliq mening hech xabarim yo'q. Aydındır. Bu Turmuhammed Bey, orada Japonya'da, Japon'da bu Çin'in büyük elçiliği var mı? Anlamadım. Büyük elçiliği var mı? Çin o Respublik Devleti'nin Japonya'da büyük elçiliği var mı? Sefirliği var mı? Elbette var. Japonya bilen Çin'in bu münasebeti, diplomatik münasebeti 1973'ten başlandı. Çin'in Japonya Tokyo şehrinde baş elçihanesi var. Baş temsilcisi var. Çin'inki. Biz devamlı Çin'in bu Tokyo'daki temsilhanesi aldıda namayiş yapıyoruz. Japonya'daki Uygurlar, Japonlar bizi katlaşada her katım 50-60'dan çıkması 100'den adamlar verip namayiş yapıyoruz. Çin'in Uygurlar'a salgan zulüm doğruluk. Aydındır. Elminur Hanım, ben sözü size indi keçirmək istəyirəm. Burada sizin hazırda deyirsiniz ki, neçə sənədir qohumlarla, akrabalarla əlaqə qura bilmirsiniz. Ümumiyyətlə, belə deyim də, mən bildiyim qədər sizin ən çox ilgiləriniz, ilişkiləriniz Qazaxıstanla var, Qazaxıstanla. Və Qazaxıstanda hətta deməli, Uyğur Türklərinin, Şərqi Türkistanın bir universiteti var. Bu Qazaxıstanda var mı? Qazaxıstanda ya ümumiyyətlə Şərqi Türkistanın o sərhədlərində, o sınırlarında olan ölkələrdə sizin yaxınlarınız, qohumlarınız var mı? Mikrofonu açın. Mikrofonu danışmamış. Açın, mikrofonu açın.
Sesim geliyor mu şu an? Bəli, bəli, yaxşı, gəlir. Buyurun. O taraflarda akrabalarım yok. Benim akrabalarım hepsi memlekette, yani Kazakistan'da olsun, Türkiye'de olsun ya da başka yerlerde olsun akrabalarım yok. Aydındır. Abdülsəttar bəy, sizdə varmı Qazaxıstanla, xüsusilə Qazaxıstanla deyilənə görə Şərqi Türkistanın Uyğurların çox sıx ilişkiləri var. Qazaxıstanda sizin bir oturan qohum, akraba var mı? Oradan bir məlumat alabilirsiniz siz? Mikrofon. Danışanda mikrofonu açın. Söhbətə başlayanda sizə sual verilənə cavab verin, mikrofonu açın. Sesim geldi değil mi? Geliyor mu? Bəli. Buyurun. Bizim Kazakistan'a göç eden Uygurlar 1944 yani 2. Cumhuriyetimiz yıkıldıktan sonra göç edenler oldu. 2 milyon civarında Uygur var diye istatistik var düşünüyorum. Ama onların göç ettiğine bayağı olduğu için akrabalık olarak çok akrabamız olmuyor yani. Kazakistan'da akrabam yok. Ama Türkiye'de bir kuzenim var. Ondan sonra Türkiye'nin başka bir öbür şehrinde babamın bir kuzeni var. O kadar. Başka akrabamız yok. Yani ama tanıdık olarak tanıdık olanlar çok yani. Şehirden gelenler. Mesela İlminur'da bizim yani aynı şehirdeniz yani. Aydın, hə. Siz deməli Şərqi Türkistanda aynı şəhərdə olmusunuz da orada. Evet. Aydındır. Turməhəmməd bəy, sizdə ümumiyyətlə bu son vaxtlar deyək də, bu son aylar deyək, illər deyək, əlaqələr təbii ki yoxdur. Siz yəqin bu internet üzərindən, sosial şəbəkələr üzərindən hangi məlumatları ala bilirsiniz Şərqi Türkistanda? Ben Doğu Türkistan'dan bivasıta alak kılışka bulmaydı. Benim məlumatlarım asasen bu çeteldeki İlminur Okşaş, Abdüsattarlar Okşaş yeni vatandan çıkan kardeşlerimiz arkalık məlumat alınız. Yani ben Xitayçı bilgim için Xitay'nın televizyonları, radyoları Xitay'nın internetlerden məlumat alınız. Qalğanları şu çeteldeki Amerika, Avrupa, Türkiye müstakilletlerinin bu belgen haberlerden məlumat alınız. Turməhəmməd bəy, siz bu, yəni mən internet üzərindən məlumatları nəyə görə deyirəm? Sizdən öncə bizim efirlərdə həmin kamplarda olan qardaş və bacılarımız birbaşa canlı olaraq bizim efirə danışdılar ki, orada dəhşətli faktlar olur və mən internetlə araşdırdım, gördüm ki, həqiqətən də hətta o kamplara gedib keçən jurnalistlər var idi ki, o jurnalistlər deməli orada çox belə dəhşətli o işgəncələrin izləri olan yerləri müəyyən elədilər və bütün internetdə paylaşıblar. Yəni siz bir maraqlı oldu mu sizə bu məlumatları alasınız, paylaşasınız Yaponiya hökumətinə və yaxud o getdiyiniz başqa ölkələrdə o Çin səfirliklərinə bunu çatdıra biləsiniz, bir etiraz eləyəsiniz. Belə bir hərəkətləriniz oldu mu sizin? Elbette, evet. Çünkü hazır Uygur Türkler hazır Çin'ninki bütün bir millet sütüdün bu dünyada yok kılışka yüzlendi. Çünkü siz bilirsiniz Uygurların nüfus sanı 25 milyonu aşırı, 30 milyona yakın nüfus var aslı. Lakin Çin hükümeti Uygurların nüfusunu 11 milyonda elan kılıp geldi. Bunun yani 10 milyon Uygur'un nüfusu yok. Bu şu 70 yıldan beri Uygurlarını Çin hükümeti devamlı kırıp geldi diyen gap bir yerde var. Yani birisi Çin yakında Uygurların nüfusunu 7 milyon 5 milyonla elan kıldı. Aslı bu 2017'den burun Çin hükümeti elan kılan Uygurların nüfusu 11 milyon elan kılgan.
Lekin yakında bunlar 2019'dan keyin bular Uyg'urlarning nüfusunu 7 milyon 500 ming deb e'lon qilib kelyapti. Bu yerda 3 milyondan 4 milyongacha Uyg'urlarning nüfusu yo'q. Bu nega ketdi? Mana mushundaq bir paketlarda biz Çin hükümeti Uyg'urlarni nəhayət keng ko'lamda o'ltirib kelyapti degan paketni biz bilamiz. Bundaq bo'lgandan keyin biz hem Yaponiya matbuotlarga ham shunaq ma'lumotlarni beramiz. Hem Yaponiya hukumatiga biz shunaq ma'lumotlarni yo'llab turamiz. Yaponiyada biz davoni 1997-yili boshlagan. Bizning milliy liderimiz Rabia Qodir xonim 2007-yili Yaponiyaga tunji qatim kelgan. Tunji qatim biz Rabia Qodir xonim Yaponiyaga taklif qilib, Yaponiyaning 11 shahrida Doğu Turkiston vaziyati to'g'riliq doklad bergan. Onundan keyin bizning nurg'un liderimiz Yaponiyaga kelib, Yaponiya parlamenti, Yaponiya hukumati bilan ko'rishib, bütün ma'lumotlarni biz Yaponiya matbuotiga beraylik, Yaponiya hukumatiga beraylik, Yaponiya xalqiga anlataylik. Men sizga bir narsani tushuntiray. Yaponiyaning parlamentida Uyg'ur do'stlik guruhi var. Bu Uyg'ur do'stlik guruhini 2012-yili Yaponiya parlamenti qurilgan. Shu vaqtda hozirgi Yaponiyaning bosh ministri Abe Shinzo Abe o'zi bu guruhni qurgan. Mening shaxsan o'zimning Abe Shinzo bilan va oilasi bilan aloqamiz bor. Yana nurg'un shu parlamentdagi parlament a'zolari bilan bizning bevosita aloqamiz bor. Mening o'zimning maxsus guruhim bor. Parlament a'zolaridan bir 20 parlament a'zosi mening guruhimda bor. Ular bilan biz davomli shu internet orqali ko'rishib turamiz. Ular bizni chaqirgan ahvollar bor. Biz yana ularning ishxonasiga berib, har xil materiallarni ularga topshiradigan ahvollar bor. Shunga Yaponiya parlamenti, Yaponiya hukumati va Yaponiya xalqi bu Uyg'ur davosidan nəhayət yaxshi xabardor var. Aydındır. Muhammed Bey, indi Türkiye'den bir zəngimiz var yine. Ben çalışacağım, indi onu qoşacağım efirə. Bir dəqiqə. Üzr istəyirəm. Baxın. Rəhmət, təşəkkürlər. Türkiye'den bir zəngimiz var. Xahiş edirəm onu dinləyək. Evet. Buyurun. Akşamınız xeyir. Buyurun, efirdəsiniz. Qonaqlarınızı da salamlayıram. Bütün Azər Freedom ailəsini salamlayıram. Türkiyədən danışan Pəlvanə xanımdır. Mən bir neçə ay bundan qabaq Uyğur türklərlə bağlı efirə zəif vurmuşdum. Bunları olunan vəhşilikləri hamısını internetdə izləmişdim. O həmin vaxtları İran Azərbaycanlılarının ayağa qalxdığı vaxtları idi. Doğrusu zulüm idi yani. Hər tərəfdə müsəlmanlara qarşı zulüm idi. Sadəcə olaraq mən qonaqlarımıza demək istəyirəm ki, hər şey özümüzdən asılıdır. Çinin zulümü demək olmaz. İnsanların özünün zulümüdür. Çin işğalçı bir dövlətdir və əlbəttə ki, işğal eləmək üçün öldürməlidir, əziyyət verməlidir. Hər bir ölkədə belədir. Sadəcə olaraq hər bir gənc kimi, hər bir insan kimi, öz vətənini sevən insan kimi hər kəs birləşməlidir. Eləcə də bizim Azərbaycanlılarımız. Hamımız birləşməliyik. Birləşməliyik ki, hər bir zülmə qarşı ayağı üstə duraq. Zülmkarlar bizdən qorxsun, biz onlardan yox. Bir də mən qayıtmaq istəyirəm öz vətənimizin problemlərinə. Mən indi baxıram ki, verilişə çox az adam baxır. Verilişə demək olar ki, 7-8 minə qədər adamlar baxırdı. Maraqlıdır, hansı günlərdə az baxırlar, hansı günlərdə yatırlar, çox maraqlıdır. Yəni Şuşada olan hadisələrdən sonra mən zənn edirdim ki, daha çox insanlar, daha çox qəzəb artar, daha çox təşviş olar, mariflənmə olar. Hər bir insan bunu gözləyirdi. Və mən onlara demək istəyirəm ki, bütün Azərbaycanlılara üzümü tutub demək istəyirəm ki, bu qədər yatmaqla,
Vaxt gələcək görəcəksiniz ki, artıq bilmirəm o günü mü gözləyirsiniz, başınızdan daşla yağır. Yəqin ki, o günü gözləyirsiniz. Bu qədər zülüm gördünüz, evlatlarınız öldü, şəhidlərimiz çox olur gündən günə. 2-3 gün bundan qabaq Qazaxda daha bir şəhid vermişik ki, baxırsan ki, uşaqdır. Heç kim soruşmur ki, bu uşaq axı yeni əlinə silah alıbdır. Bu uşaq nəyə görə ölübdür? Nə valideyn qabağa çıxmır, nə də xalq olaraq soruşmur. Yəni bu qədər zülmə nəyə görə dözülür, nəyə görə solur, çox maraqlıdır. İnsan hərdən öz-özünə də fikirləşir ki, görürsən, yəni hamı pul alıb, hamı satılıb, millət satılıb mı? Yəni satılan millət də bu qədər zülüm çəkər, parniklərdə sürünə 10 manata mı işləyər? Hər tərəfə insan fikirləşir, doğrudan da məhəttər qalırsan. İnsan bu qədər mi qorxaq olar? Mənim əziz millətim, mənim gözəl millətim, mənim qeyrətli millətim. Mən bilirəm ki, siz istəsəniz hər zaman, hər dəqiqə, hətta biz gözləmədiyiniz bir an belə qalxa bilərsiniz. Mən istəyirəm ki, siz sadəcə olaraq bilirəm, fikirləşirsiniz ki, indi devlətin silahı var, devlətin ordusu var. Siz ortaya cəsarətinizi qoyun, siz ortaya qeyrətinizi qoyun, siz ortaya gücünüzü qoyun, birliyinizi qoyun. O silahlar heç nədir. Heç birinizə dəyə bilməz. O qədər sizin ürəyinizdəki silah gücü var, siz onu ortaya çıxarsanız heç kim sizə dəyə bilməz. Bütün millətimə, bütün xalqıma demək istəyirəm ki, artıq ayağa qalxın. Zalimin zülmünə qarşı ayağa qalxın. Yetər artıq yatdınız. Ürək dözmür. Qəribçilikdə heç bir ürək dözmür. Elə bilirsiniz ki, bu qəribçilik yaşayanlar 5 manat pul qazanaraq gözəl həyat sürürlər, yox. Vətən dərdi içimizi yaralayır, içimizi paralayır. Vətənimizə dönmək istəyirik, vətənimizi istəyirik, torpaqlarımızı istəyirik. Yetər artıq, bəsdir Şuşada ermənilər gəzdi, bəsdir Kəlbəcərdə ermənilər gəzdi, Qarabağda ermənilər gəzdi, yetər. Artıq biz öz vətənimizi istəyirik, Qarabağımızı istəyirik. Və Qarabağda özümüz gəzmək istəyirik, evlatlarımız gəlsin. Bütün gənclərə səslənirəm. Yaşlı nəsildən əlimi üzmüşəm. Yaşlı nəslə heç bir şey demək istəmirəm. Onların qorxaqlıqları çoxdandan bəllidir. Belə gəlib, belə də gedəcəklər. Mən sadəcə olaraq üzümü tuturam. Mənim kimi gənc bütün qardaşlarıma, bacılarıma ən azından gəlin gələcəyimizi qutaraq. Keçmişimiz keçmişdə qaldı. Gəlin gələcəyimizi əl-ələ verək qutaraq. Sağ olun İlham bəy. Təşəkkür edirəm vaxtından ayrıldığınıza görə. Təşəkkür Fərəvana xanım. Çox sağ olun. Biz də sizə minnətdarıq. Mən bütün gənclərə özümü tutuq demək istəyirəm ki, çox xahiş edirəm vətən fədailərinə qoşulun. Vətən fədailərinə qoşulun və biz daha çox olaq, maariflənək, daha çox olaq. İrəli vətən fədailəri. Ancaq irəli getmək lazımdır. İnşallah. Amin. Amin. Allah razı olsun. Allah kömək olsun. Minnətdarıq. Sağ olun. Deməli, bizim əziz həmvətənlər, Pərvanə xanım da danışdı, yanğılı danışdı. Bax, biz Uyğur qardaşlarımızdan, bacılarımızdan soruşuruq Qarabağ barədə, Azərbaycan barədə. Təbii ki, bizim nə qədər bilgilərimiz Şərqi, Doğu Türkistan barədə varsa, onların da bilgisi bu qədər var. Ona görə də mən belə başa düşürəm ki, bizim belə laqeydliyimiz, bilgisizliyimiz, bir-birimizə qarşı biganəliyimiz nəticədə həm Şərqi Türkistanda, həm də Azərbaycanda bu faciələrin fonunda, başımıza bu gətirilən oyunların fonunda göz önündədir. Ona görə də, nə bilim, belə, yəni konkret olaraq bizim mənzərəmiz göz önündədir. Buna heç sözsüz belə münasibət bildirməyin də mənə deyər ki, mənası da yoxdur. Mən artıq verilişi yekunlaşdırmaq İlham bəy, yekunlaşdırmayaq. Siz deyəsən efirə baxmırsınız. Mən buradayım, artıq salamlayıram sizi və qonaqlarınızı və xalqımızı. Yox, mən qardaşlarımla bağlı deyirəm. Mən istəyirəm verilişi deməli... Yox, qardaşlarımızın bəlkə sözü varsa deyərlər. Tələsməyək. Söz verəcəm. Qurban bəy, söz verəcəm. Mən sizi də salamlayıram. Xoş gəldiniz efirə. Mən istəyirəm, Abdülsəttar bəy, sizdən demək olar, 3 dəqiqə sizə vaxt verəcəm, 5 dəqiqə vaxt verəcəm. Siz də sözünüzü deyin, öz vəziyyətinizlə bağlı. Nə etməli ki, biz sizlə bərabər ki, eyni taleyi yaşayırıq. Nə etməli ki, bu Çin zülmündən
nəhayət ki qurtula bilər. Abdülsəttar bəy, söz sizdə, buyurun. Mikrofonları açın Abdülsəttar bəy, mikrofonu danışmağa başlayanda açın. Buyurun. Şu anlık yani ben bize yardım edip mesela vatanımızı ele almamızı istiyoruz yani. Ama bunu biraz gerçek olursak daha doğrusu bizim sesimiz olmanızı da istiyoruz. Mesela Türkiye'de kaç bin tane öğrenci okuyorlar, okumamızı destek oluyorlar gibi mesela sesimiz olmanızı istiyoruz yani daha gerçek söylersek onun ötesini söylemeyelim de bizim sesimiz olun böyle bizim mesela alın bizden ne çektiklerimizi sorun böyle daha kişi bilsin daha çok kişi bilirse daha çok ses getirebiliriz yani şimdiki durum yani medya savaşıdır yani medyayla daha çok savaşabiliriz yani medya savaşı savaşından daha güçlü diye düşünüyorum. O yüzden bizim sesimiz olmanızı istiyoruz yani. Hiçbir şey değil. Bize gidip beraber savaşın falan demiyoruz. Sadece bizim sesimiz olmanızı istiyoruz. O kadar. Aydındır. Siz Azerfreedom TV-yə Abdülsəttar bəy baxırdınız mı bu günə qədər? Yok, hiç bilgim olmadı. Heç bilgin olmadı, birinci dəfədir bu günlərim. Aydındır, Abdülsəttar bəy, aydındır. Elminur xanım, siz buyurun, söz sizdə. Nə sözünüz var, ürəyinizi tam bu şəkildə boşaldın. Nə demək istəyirsə bizim Azerfreedom TV-nin efirinə deyin, buyurun. Mikrofonu açın. Sual cevabı mikrofonu açın. Bu açıldı. Buyur. Açıldı. Önce sizlere çok teşekkür ediyorum. Bize ses olmaya çalıştığınız için çok teşekkür ediyorum. Benim istediğim şey hepimizin birlik olması. Yani en çok bunu istiyorum. Biz Uygurlar da, yurt dışındaki Uygurlar da tam olarak bir araya gelemiyoruz. Çünkü birimizin babası orada, birimizin annesi orada. Onlardan endişe ediyoruz. Biz burada bir ses çıkardığımızda onlara bir şey oluyor mu diye korkuyoruz. O yüzden bir araya gelemiyoruz korkudan. Benim en büyük, en sevdiklerim olan annem, babamı aldı onlar benden. Annemi aldı, babamı aldı. Şu an benim korkacak hiçbir şeyim kalmadı. İsterse bana bir şey yapsınlar. Benim hiç korkuşum kalmadı. İnşallah bir gün biz de özgürlüğümüze kavuşacağız. İnşallah. Deməli, dostlar, mən istəyirəm, İlham bəy, deyəsən zəng gəlib sizə. Bəli, bir dəqiqə üzr istəyirəm, Qurban bəy. Buyurun, efirdəsiz. Salam İlham bəy. Aleyküm salam. Bizim bacımız, Uygur bacımız danışır deyəsən. Mən onun sözünü kəsmək istəmirəm. Yox, buyurun. Danışıb, buyurun, söz sizdə, buyurun. Bilirsiniz, mən çox sevindim. Allah razı olsun. Qurban bəydən də, İlham bəy sizdən də, bütün Azerfreedom'dan da, Ocaq TV-dən də halal olsun sizə. Bu Azərbaycan maştabından çıxmaq lazım idi çoxdan. Doğru söylüyorum. Türk'ün dünyada tüm Türklerin birliği olmalıdır. Duran olmalıdır. Elbette Kızıl Alma bizim arzumuzdur. Ama söhbət bundan gelir ki Uygur Türk'ünün problemi benim problemimdir. Kazak Türk'ünün problemi benim problemimdir. Özbek Türk'ünün problemi, bütün Türklerin problemi bizim problemimiz olmalıdır. Bizim problemimiz onların olmalıdır. Bu ümumi sözlerdir. Ama sual çıkar, ne edebilir? Misal ki ben Almanya'da yaşıyorum. Ben bütün Yunan Türk dostlarım var. Türkçe Türk dostlarım var. Çeçen Türk dostlarım, Kafkas Türk dostlarım var.
onların hepsine demişəm ki, Çin malı almayın. Evet. Çin malı almayın. Çin'i iktisadi olarak yendirmek lazımdır. Bununla paralel Rus dilini bilen, benim Rusçam da perfekti. Rusya'da olan arkadaşlarıma deymişəm ve deyirəm də. Yani Irak'ta olan Arap dilini bilen biraz Arapçam var idi benim, unutmuşam Arapçam. Çünkü dilleri şeydi ki, gerek her zaman danışırsan unutmuşam. Çerkük, Türkmen, kardeşim, Türk'ün Türk'ten başka arkadaşı yok. Bitti, bu kadar. Ben kardeşlerimizi Japonya'dan, Amerika'dan, her yeri Türkiye'den hangi salamlığıyla bağlığına basıram. Onlar bizim bacı ve kardeşlerimiz, canımız bir, soyumuz bir. Bunu birlikte anlatmak lazım. Ve problemleri de bir yerde hallemek lazım. Yani bunun üzülü istəyirəm İlhan Bey. Söylemeyi olmasın. İlhan Bey, üzülü istəyirəm böyle bir stratejiye, taktika düzeltmek lazımdır. Ama için müxtəlif dillerde, eseri Türkçülerde, Kazakistan, Özbekistan, Kırgızistan, Türkmenistan, onlar Rusça daha güzel konuşurlar. Rus dilini bilen, ben özüm bunlarla alakı saklayacağım. Zaten burada Yunan Türk arkadaşım var, Mehmet. Çok güzel, Turancı bir arkadaşım. Onunla bir yerde biz düşünürük. Kazakistan'a, Tataristan'a, ona bile mesajlar yolluyor. Doğru, doğru. Teşekkür kardeşim. Allah razı olsun. Efre koşuldunuz. Çok sağ olun. Allah razı olsun. Minnettarım. Ben size minnettarım. Ben size minnettarım ki bana çok güzel başlangıçtı bu. Yani Türk'ün hamısını buraya toplamak lazım. Türklerin hepsini. Uygun Türk kardeşlerimize, bacılarımıza da benim salamımı getir. Aleyküm selam. Allah razı olsun. Allah kömək olsun. Sağ ol. Sizlə bahəm, sizlə bahəm, sizlə bahəm. Sağ olsun. Ha, sağ olun. Sağ olun, sağ olun. Qurban bəy, buyurun. Mənim qonaqlara icazə versəz bir sualım olacaq. Buyurun, buyurun, buyurun. Xahiş edirəm, hər üçün mikrofonlarını açsınlar və çalışın ki, dostlar, danışmayanda... Mikrofonlarınızı açın hər biri. Danışmayanda mikrofonlarınızı bağlayın ki, mikrofona sizin evlərinizdən gələn əlavə səs düşməsin efirə. Siz, hörmətli Tur Muhammed bəy, Abdüsəttar bəy və mənim İlminar qızım, siz nə vaxt bilmişsiniz ki, Azərbaycan türklərinin torpağının 20%-i ermənilər tərəfindən işğal olunub və o işğal olunan torpağın adı Qarabağdır. Bunu siz bugün bilirsinizmi? Bilirsinizsə, nə zamandan bilirsiniz? Abdüsəttar bəy, kameranı ilə qoyun ki, sizi yaxşı görsətsin. Yalnız başınız qalıb. Düzəldin. Cavan oğlansan, yatıb söyləmək ki, yorulubsan, nə olub sənə? Buyurun. Ağsaqqaldan başlayaq. Tur Muhammed bəy, siz bilirsinizmi ki, Azərbaycan türklərinin, yəni sizin qardaşlarınızın topraklarının 20%-i ermənilər tərəfindən işğal olunub. Bilirsinizsə bunu nə zaman bilmişsiniz? Və necə? Hardan bilmişsiniz? Buyurun. Mikrofon açsın, zəhmət olmasa. Tur Muhammed bəy. Mikrofon açın və buyurun, söz sizdə. Mikrofon açın, mikrofonu. Tur Muhammed bəy, mikrofon açın, buyurun, söz sizdə. Skype'da o mikrofonu işarəsini vurun. Aça bilmir o. Abdüsəttar bəy, buyurun, söz sizdə. Aça bilmədi. Tur Muhammed bəy mikrofon aça bilmədi. Ben 2018'de bir program vardı. O yani MHP'nin bu Türkiye'de orada Azerbaycan katliamı gibi bir program gibi bir şey katıldım. O zaman duydum diye düşünüyorum, bildim diye düşünüyorum. 2018-ci ildə MHP-nin Türkiyədə keçirdiyi bir konferansda iştirak edərək bildiniz ki, belə bir problem var Azərbaycanda, öyle mi? Düz mü anladım? Evet, evet. İlminur kızım, siz ne zaman ve nasıl öğrendiniz ki sizin Türk kardeşlerinizin Azərbaycan Türklərinin toprağının 20%'i ermənilər tərəfindən işğal olunub?
Bugün bilirsinizmi? Bilmişsinizse ne zamandan bilmişsiniz ve hangi üsulla? Ben çok özür dilerim. Önceden Azerbaycan Türk kardeşlerimizden de zulümler var diye duymuştum ama böyle net olarak bilmiyordum. Karabağ'ı bilmiyordum. Böyle çok bilgim olmamıştı ama bugün öğrendim. Bugün 2020. ildi. Evet, 2020. Bizim topraklar, Tur Muhammed Bey buyurun söz sizde, aksakalsız. Hatta siz yaşlısınız. İlminar Hanım'dan yaşlısınız. Selamünaleyküm Kurban Bey kardeşim. Ben bu Karabağ meselesini hali burun bilgen. 94 ben Japonya'ya geldim. 97. yıllardan tatıp ben bilemem bu Karabağ meselesini. 97. yıldan bilirsiniz. Bilemem. Hangi yoldan bildiniz? Nece öğrendiniz ki böyle bir problem var Azerbaycan'da? Azerbaycan'ın bu Karabağ rayonu Ermeniler besvagan. Lekin bu mesele halkaratta hal olmay kelyaptı da bu mesele. Ben özüm bir Uygur Türk buluş salahiyetim bilen bununla köp eçinimen. Yani biz Uygurlar vatanımız bolmagan iken hem de bu mesele doğruluk biz köp iş kılıp beremediğimiz. Ben düzü başa düşe bilmedim. Abdüssettar Bey, Tur Muhammed Bey ne dedi? Biraz bizim bu Osmanlı Türkçesine bir yakın diyerdiniz. Ne zaman ve hangi yolla bilipti? 1997 bildim diyor. Ondan sonra araştırdım. Bu bir Uygur Türk olarak bu Karabağ şeyine çok üzülüyorum diyor. Çok üzülüyorum ama bizim bir devletsiz bir millet olduğumuz için şu anlık bir şey yapamıyorum. Aydındır. Benim sualımın məxzi az həmvətənlər, değerli dostlar, hörmətli tamaşaçılar. Bunu mən deməliyim, bu deməyəndə alınmır. Bir dənə öyrənin ki, Abdüssettar Bey, Tur Muhammed Bey hansı üsulla, hansı yolla öğrendi? 97'de getdi Yaponiya. Necə öğrendi? Hangi mi? Tamam. Tur Muhammed Aka, siz şu nimine Karabağ vakasını kandak kayısı yol bilen bildiniz deydi. Anladım. Ben gezdim gördüm asasiyetin. Gezdim, haberlerden gördüm. Anikin televizyonlardan gördüm. Japonya'da mı şu Karabağ meselesini hali burun yapılıqlarga tushundirgan. Karabağ Azerbaycan bilan Ermeniya o'tirishidamish Karabağ meselesi bor to'g'riliq. Siz tushundirgan asosiyatni shu Gazet jurnal anikin televizorlardan bildim bu meseleni. Tur Muhammed abimiz şöyle diyor ki ben gazetelerden, televizyonlardan izleyerek bildim. Ondan sonra Japonya'da da bu Karabağ meselesi Japonlara anlatılıyor diyor. Ondan öğrendim diyor. Deməli 97. ildə Yapon gazetlerinden ve televizyasından öğrendim. Evet. Mətbuatın. Hər üçünüzdən xahiş edirəm bir suala da cavab verərsiniz. Siz şu bu anadək Azərbaycan dövlətinin xaricdə olan səfirliklərinin Qarabağla bağlı keçirdikləri hər hansı bir tədbir barədə duydunuzmu? Orada iştirak etdinizmi? Sorunuzu bir daha alabilir miyim? Azerbaycan büyük elçilerinin xalqaralıq yollar bilan qilgan ishlarini men shu vaqtida gazetdan ko'rgan, televizordan ko'rdim. Ama lekin bu Armenlarninki shu Amerika, Yevropada kuchli lobbichilik xizmatlari bo'lganligi uchun Azerbaycan hukumatininki bu tirishchanligi xalqarada ancha ko'p
qo'llashga ega bo'lmagan ahvollarım bor ekan. Onun ustiga Türk mamlakatlari bu jihatda kuchli Ozarbayjonga yordam qilish jihati ojiz. Mush sabablar bor ekanligini men o'rganib keldim. Abdüsattar Bey zahmet olmasa Tur Muhammed ben dediklerini bir balaca uygunlaştırın bizim dilimize Osmanlıca. Çok çetin anlaşılır. Bu yani Azerbaycan devletinin bu Karabağ meselesine göre yaptıklarını öğrendim. Biliyorum. Ben de araştırın diyor. Ondan sonra bu Ermenilerin yani mesela BDT üzerinde olsun ya da Avrupa üzerinde olsun yani çok güçlü olduğu için mesela bir de Türk devletlerin yani Azerbaycan'a yardım edememediği için yani böyle bir olumsuz bir şey olduğunu bildim diyor. Aha. İndi növbəti sualım belədir. Diqqətlə qulaq asın, fikir verin. Azərbaycanın böyük elçilərinin, məsələn Türkiyədə Azərbaycanın böyük elçiliyi var. Yaponiyada bizim böyük elçimiz var. Çində var. Bizim böyük elçilərin və yaxud da Azərbaycan kökənli hər hangi bir siyasətçinin, hər hangi bir televiziyanın, hər hangi bir gazetənin tədbirləri bu arada Qarabağla bağlı keçirdiyi hər hansı bir tədbir haqqında, bir organizasyon haqqında duydunuzmu bugünə qədər şu ana dək və orada iştirak etdinizmi? Yer aldınız mı? Yani o tədbirlərdə yer aldınız mı? O konferanslara qoşuldunuz mu? Turmamada kasıtlı başlayıp birimden. Buldu. Makul. Sualımı anladı mı Tur Muhammed Bey? Anladı. Mening şahsen özümniki Azerbaycan hükümeti bilen yoki Azerbaycan'ın Yaponiyadagi bu elchixonasi bilan bevosita aloqam bo'lmadi. Chunki hamda Azerbaycan hükümeti bizniki bu Uyg'ur da'vosimizga uncha bak ko'ngil bo'lib ketgan mamlakat emas hamda hozirgi qadar. Chunki Azerbaycan hükümeti Çin bilan yaxshi diplomatik munosabatda bor bular. Burunqi prezident davri bo'lsin yoki bo'lmasa hozir bu o'g'lining davrida bo'lsin Azerbaycan hükümeti asos jihatdan Çinlar bilan yaqin. Nasıl oldu başa düşmedim. Alo. Ne oldu anlamadım. Ya boş verdi burada. Deyəsən Skype'da problem yarandı ya benim sayfam oldu. Besimga uchrab bizniki inson haqlarimiz bu Qarabağ meselesini ağır bir mesele bo'lganligi uchun men ham asosiyatda shu Uyg'ur meselesi to'g'riliq ko'pincha xizmat qildim. Endi bugun bu Qurban Bey qarindoshimizning bu meselesini olgandan keyin men bu mesele to'g'riliqmi albatta biz Uyg'urlar o'zimizning qo'ldan keladigan bir Mənim sualıma qısa cavab verin, xahiş edirəm. Qısa cavab verin mənim sualıma. Sualım anlaşıldı mı? Anlaşıldı. Qısa cavab verin. Tur Muhammed Bey o qədər danışır ki, anlamadım heç nə. Heç nə başa düşmədim. Sualım mənim belə oldu ki, Azərbaycanın böyük elçilərinin, Azərbaycan kökənli hər hangi bir adamın, siyasətçinin, qəzetçinin, jurnalistin, alimin, kimin fərq etmə, mollanın, din xadiminin, İslam aliminin Qarabağla bağlı keçirdiyi hər hangi bir tədbirdə, konferansda, paneldə iştirak etdinizmi? Bu barədə bir məlumat duydunuzmu? Bir gazeteden, bir televizyondan. Azerbaycanlıqlarının doğruluq, bu mesele doğruluq, qanaq işkilatqa doğruluq mən yaxşı məlumat anlamadım. Ne diye? Başa düşmedim Abdüsamet Bey. Abdüsamet siz düşündürüp koyma. Ben hiç böyle bir malumata anlamadım diyor ve hiç katılmadım diyor. Katılmadın. Siz özünüz neyse Abdüsattar Bey, siz ve İlminur Hanım. Sualımı anladınız mı? Buyurun. Anladım. Ben cevaplayayım. Buyurun. Ben size önceden cevaplamıştımdır. Mesela biz Doğu Türkistan'dayken
dedim ki WhatsApp kullanamıyoruz, YouTube, Google hiçbir şey yasaktır. Yani yani mesela kendi canımızı şeyimizi kurtarmak zorunda kalan bir memleketiz yani. Anladım. Yani ona göre biz şu an ben 18 yaşıma kadar orada yaşadım. Ondan sonra işte ben 18'den sonra dışarı çıkabildim yani yurt dışına. Anladım. Yani orada katılabilme imkanımız yoksa o Türklük falan filan onları bilmemiz daha zor yani. Çin'de Abdüsattar Bey, Çin'de gazet var, gazet. Gazet oldu, ben orada olmamışım. Çin'de tanımıyorum Çin'i. Yok, hiç anlatmıyorlar. Gazet var mı Çin'de? Çin'de gazete var. Bizim bölgeye sizin o haberleriniz hiç gelmiyor. Anladım. Mesela şöyle diyeyim ki bizim bir şehirde bir vaka çıksa öbür şehire anlatmıyorlar. Anladım. Televizyon var mı Çin'de? Televizyon programı yapılır mı? Ben Çin'de olmamışım hiç zaman, görmemişim. Çin'de de mesela bizde bu İngiltere'deki kimi, Türkiye'deki kimi televizyon programları var mı böyle? Ya, sizin gördüğünüz her şey var. Her şey var. Haberler, eğlenceler, böyle programlar yapırlar mı? Bilmiyorum. Çünkü biz yani bir hapishane gibi bir yerde yaşadığımız için yani dışarıdaki hiçbir şeyi bilmiyoruz. Yani, Anladım. Yani araştıramıyoruz. Anladım. Teşekkürler. Bu sualları ben niye verirəm? Mən sizə vətənlər, dəyərli dostlar. İlminur xanıma sualı yönəltməyin mənası yoxdur. Çünki İlminur xanım indi dedi ki, mən indi bugün Qarabağ haqqında Azərbaycan topraklarının işğal altında olduğunu indi eşitdim mən. Bu Azərfilm kanalından eşitdi. Ey millət, ey Azərbaycanlılar, ey bədbaxt, zavallı millət, eşidin, başa düşün və bilin. Dünya duysun bu səsi. Bu səs haqqın səsidir. Əgər sən öz səsini duydurmayacaqsansa dünya səni duymayacaq, anlamayacaq. Çox adam məni qınır ki, sən görmürsən, baxan yoxdur. Sən Uyğurlarda nə istəyirsən? Nəyvə lazım Uyğurların problemi gündəmə gətirmirsən? Ay millət, mən burada Tumanı Qısa qızların apardığı veriliş aparmıram. Qardaşlarım, mən əyləncə proqramı aparmıram. Bir şey bilin. Ekrana yazıb qoymuşam. Qardaşının dərdinə sahib çıxmayan özü dərdə düşəndə tək, tənha və köməksiz qalar. Əgər türksənsə türk kimi, müsəlmansansa müsəlman kimi, insansansa ki insan kimi heç olmasa Uyğurun dərdinə şərik olmalısan. Yox, bunun üçündən də deyilsənsə sən heyvandan fərqin yoxdur sənin. Nə türksən, nə müsəlmansan, nə insan. Əgər sən Çində Uyğur sənin qardaşın da deyil. İnsan kimi bir toplumun 20-25 milyon toplumun başına açılan müsibətə laqeysənsə, sən eşşəksən, heyvansan, sən heç bir insanlıqla əlaqən yoxdur. Məsələ budur. Dostlar, bu sualları mən niyə verdim qardaşlarımıza? Bir baxın, əgər sənin doğma qardaşın Uyğur mənim qanı qanımdan, dili dilimdən, canı canımdandır, tariximiz, taleyimiz birdir. Əgər sənin Uyğur qardaşın Abusattar Muhammed cavandır, tələbədir, müasir texnologiyanı biləndir, müasir informasiya vasitələrinə sahib ola bilən adamdır. Bizim İlminur qızımız müasir gəncdir, savadlıdır, dünya görüşü yerindədir, Qayrədə oxuyub, indi Türkiyədə yaşayır, 3 ildir bu adam Türkiyədə yaşayır. Ey Türkiyədə yaşayan Azərbaycanlılar, siz nə ilə məşğulsunuz? Əgər mənim doğma qardaşım mənim dərdimdən xəbərsizdirsə, İngiliz, Fransız, Alman, İspan, Portugez, nə bilim, Cənubi Afrika Respublikası, Meksika, Peru, Amerika bizim dərdimizi bilərmi? İkinci sual elə belə vermədim ki, siz Azərbaycanın böyük ölçülərinin, səfirlərinin, ziyalılarının, qəzetələrinin televiziyadan apardığı hər hansı bir Qarabağla bağlı verilişə baxmırsınızmı? Yox, adam baxmayıb. Niyə? İndi üçüncü bir sual verəcəyəm. Hörmətli qonaqlar, qardaşlarım, qızım mənim. Siz Heydər Əliyevi tanıyırsınızmı? Kimdir Heydər Əliyev? Tür Muhammed Bey, buyurun, sizdən başlayaq. Muhammed Bey cevabı. Heydər Əliyev, duydunuz mu? Kimdir Heydər Əliyev? Tanırsınız mı? Heydər Əliyev de Pırsıvaken tonamsızdaydı.
Haydar Ali Azərbaycanın prezidenti olmuş Haydar Aliyevi tanıyırsınız mı? Haydar bir anlığında kılmıyor bu adam ne Haydar Ali diyen. Bir duymuşluğum var gibi geliyor diyor. Duymuşluğum var. Siz de Abdüsattar Bey, Azərbaycanın prezidenti Haydar Aliyev, İlham Aliyev bunları tanıyırsınız mı? He, bu prezidentin bilmiyor bunları. Biliyormuş. Ben hiç duymadım çünkü kaç yıldır yani size söyleyeyim ben gelip yani buraya geldikten sonra aileme bir şey olmasın diye hiçbir konferansa katılamıyorum. Yani orada sürekli bana şey geliyor. Bunu katılmayın, ona katılmayın. Eğer yanlış bir şey yaparsan anneni tutuklayacağız bir şeyler yaparsan. Yanlış bir şeyler yaparsan anneni tutuklayacağız. Yani biz bugüne kadar yani 2007, 2017, 2018'e kadar biz sadece okumamızı bildik. Hiçbir şey yapmadık. Yani Çin'e karşı bile laf edemedik. Çünkü anne babamız orada. Yani anlatabildim mi? Yani bizim o Anladım. Teşekkürler. Dostlar, bu sualları ben ona göre verirəm ki, hem bizim bu qonaqlarımız, Uyğur kardeşlerimiz bu şey anlasınlar, başa düşsünlər. Hem de Azərbaycan türkləri bir şey başa düşsünlər. Əgər Azərbaycanın Çindəki səfiri 27 ildir mənim verdiyim vergi hesabını əmək haqqı alıb, qadınını, qızını və ailə üzvlərini keyflə dolandırırsa, onun burnundan gəlsin və haram olsun ona. Mən haqqımı halal eləmirəm. Çindəki Azərbaycan səfirinə halal eləmirəm. Mən Türkiyədəki Azərbaycan səfiri bilmirəm kimdir bu 23 ildə, 27 ildə. Halal eləmirəm aldığı əmək haqqını. Ona mən vergi vermişəm. Mənim hesabıma ailəsinin keyfindən dolandırır. Haram olsun. Lənətə gəlsin ki, Türkiyədə Qarabağı tanıyan yoxdur. Qarabağ dərdini əgər Uyğur qardaşım gəlib heç olmasa Türkiyədə 3 il yaşayır və bu adam Qarabağını eşitməyibsə, o onun günahı deyil. O mənim günahımdır bir dövlət olaraq, xalq olaraq. Mən dərdimi demirəmsə, mən dərdimi hay salıb, car çəkmirəmsə dünyaya, İlminar qızımı mənim qıramaq haqqım yoxdur. Abdüsattar balamı qıramaq haqqım yoxdur ki, niyə bilmirlər? Eyni səhvi baxın, Uyğur qardaşlarımız eləyir. Bu günləri niyə bu mövzuya laqi etdi insanlarımız? Azərbaycan türkləri bilmirlər ki, dünyada Uyğur adı türk var, Uyğur türkləri var, onların belə qardaşları var, dilləri eyni, dini eyni, taliləri eyni və onlar Çin zülmünə məruz qalıb kapılarda can sürdürürlər, onları öldürürlər, təhqir edirlər, məscidlərini dağılırlar, Quranları yandırırlar, qadınlarını zorluyurlar, kişiləri kampa aparıb ailələrinə Çinin namussuz gədələrini yerləşdirirlər. Bunu bilmir Azərbaycan türkləri. Niyə? Çünki mənim Uyğur qardaşlarım öz dərdlərini dünyaya çatdıra bilməyiblər. Baxın, əgər Azərbaycan türkü Uyğur türkünün dərdindən xəbərsizdirsə, bugün bizim efirdə gedən bu məlumatları 100 minlərlə insan izləyib paylaşmırsa, haray salmırsa, ürəyi ağrımırsa, bunun günahı bizdə deyil ki, bunun günahı sizdədir, dostlar. Hörməti Tur Muhammed Bey, qardaşım, bu cavanları mən başa düşürəm. Amma axı Uyğur türkləri öz dərdlərini, problemlərini dünyanın müxtəlif dillərində, İngilis, Fransız, İspan, Rus, Türk dillərində, Osmanlıca dünyaya yaymayacaqsınızsa, dünyasının dərdinizdən nə zaman xəbər tutacaq, necə xəbər tuta bilər? Bunu mən niyə gündəmə gətirmişəm, dostlar? Problem eynidir, dərd eynidir. Dərmanı da eynidir. Çində Uyğur türklərinin başına hansı müsibət açılırsa, SSR də bizim başımıza Rusiyada, Rus imperiyasında eyni problem yaradılırdı və bugün də Azərbaycanda əsən vətənlər, Heydərizm Azərbaycan xalqının başda eyni müsibət açır. Bizim dərdimizi qardaşlarımız bilmirsə, hay millət, Avropa heç bilmir. Təsəvvür edin, baxın da, baxın göz qabağındadır. İlminar qızımız tələbədir, savadlı qızdır, dünya görüşlüdür, qahrədə olub, oxuyub. Adam bilmir ki, Azərbaycan adlı bir məmləkət var. Orada onun qardaşları yaşayır və o qardaşlarının 20% torpağın erməni işğal edib. Qızımız bilmir. Niyə bilmir? Çünki bizim səfirimiz
öz vəzifəsini icra eləmir. Çünki sənin dövlətin Azərbaycan dövləti, Azərbaycan xalqının iradəsi ilə formalaşan hakimiyyətə sahib deyilsən, işğal olunmusan, bütövlükdə 20%'in yox. Ona görə sənin dərdini bile yoxdur. Erməni nə edir? Erməni bütün dünyanın hər yerində, Amerikada, Yaponiyada, Türkiyədə Şuşanı azad etmişik deyə car çəkir. Qarabağın onların tarixi torpağı olduğunu car çəkir. Yalan, saxta subutlarla dayanmadan işləyirlər. Milyonlarla pul qoyurlar. Öz mövqelərinin, yanlış, səhv mövqelərinin haqlı olduğunu dünyaya inandırmaq üçün. Biz nə edirik? Biz o pulları hara xərcləyirik? Ey Uyğur qardaşlarım, siz niyə Uyğur dərdini, Uyğur problemini ilk növbədə öz qardaşlarınıza anlatmamışsınız bu günə qədər? Niyə? Ben bilmək istəyirəm. Biz anlattık, yeterince kadar anlattık, anlatıyoruz. Anlamıyorsa yani anlamıyorlar. Yani dedim ki şu an dünyanın ikinci süper gücüne karşı olarak bize dost olmayı istemiyorlar diyorum. Yani bizim en azından sesimiz olmayı istemiyorlar. Yani bugüne kadar yani Azerbaycan program olarak bugün olarak bizi ziyaret eden sizi gördüm. Ondan önce hiçbir kimseyi görmedim ki ben. Mesela önce siz şöyle deyin. Yani soru böyle olur. Ben kim diye sorulmuyor. Siz kimdi, sen kimsin diye soruluyor soru. Yani sen niye beni bilmiyorsun diye sorursanız yani ben tabii ki sizi bilmiyorum. Yani sen kimsin diye soracaksınız. Ben kendime anlatacaktım. Böyle durumlar var. Yani önce ben kendime anlatayım. Ondan sonra siz diyeceksiniz. Ben size soracağım ki siz kimsiniz diyeceğim. Ondan sonra mesela ondan sonra sizden anlayacağım. Yani bir andan ben kimim diye bir soru çıkarsa ben yani bir şey diyemem yani. Oğlum. Qurban bəy, mən bir sualım var. Türkçədən Qurban bəy. Abdülsəttar bəy, sizin eğitim gördüğünüz üniversitede Azerbaycanlı kardeşlerin var mı? Tanıdıkların var mı? Ve ümumiyyətlə Azerbaycanlılar təhsil alır mı orada? O da arkadaşım oldu ama olmadık. Hiç muhatap olmadık bu konuda. Yani var mı üniversitede eğitim alan var mı Azerbaycanlılar? Bilmiyorum. Bilmiyorum. Yani bir programı olmadı. Yani olsaydı katılırdım diye düşünüyorum. Aydındır. Buyurun Qurban bəy, buyurun. Mən istəyirəm Abdülsəttar bəylə bir söhbət edəyəm. Görəm çox ağıllı, savadlı oğlanlı, işıqlı övladımızdır. Abdülsəttar bəy, evet. Məni döyürlər, məni incidirlər. Bundan sən necə xəbər tuta bilərsən? Məni bu otaqda, indi oturmuşam bu otaqda, məni döyürlər, işgəncə verirlər. Bunu bir başqa adamın duyması nasıl mümkün? Hangi yolla sən bilərsən ki, bilməlisən ki, məni döyürlər, məni incidirlər, necə bilərsən bunu? Anladın mı sualı? Anladım. İndi orada bir nəfər durub, silahı çəkib mənim üstümə, məni vurmaq istəyir. Sən də efirdə oturmuşsan, mənə danışırsan. Sən görürsənmi mənə bu hücum var, təhlükə var mənə? Bunu görürsənmi? Yox. Bunu sən bilməyin üçün nasıl bilə bilirsin? Necə bilə bilərsən deyib. De gör mənə, necə bilə bilərsən ki, mənə təhlükə var? Evet, bilmiyorum. Bilemiyorum yani. Deyirəm, necə bilmək mümkündür? Sən hansı halda bilə bilərsən? Yalnız o halda ki, mənim övladım, yalnız o halda ki, mən buradan qışqırım, haray salam ki, ey haray, məni döyürlər, öldürürlər, təhlükə var mənə. Onda sən duyacaqsan, öylədir mi? Evet. Yəni işgəncə görən adam, Uyğur qardaşım, gərək qışqıra-qışqıra gəl Azərbaycan çıxat televiziyalarına ki, ay durun, ey Azərfilm, ey Azərbaycan kanalları, ey Azərbaycan kişiləri, mən Uyğuram, mən sizin qardaşınızam, mənə döyürlər, öldürürlər, mənə işgəncə verirlər. Onda mən soruşacağım ki, kim sənə işgəncə verir, harada verir, necə verir, onda sən təhdidlə anladacaqsan. İlk, deməli nədir ilk addım? İşgəncəyə məruz qalan, haqqı pozdan insan çığır-barı salmalıdır, haray salmalıdır.
Səs çıxarmalıdır. Nədir o səs? Siz bir Uyğur gənci kimi, Abusattar Bey, İlminar qızım, mənim gözəl balam, siz gərək dünyanın bütün ölkələrindən dostlar tapasınız, əlaqə yaradasınız, hamıya xəbər verəsiniz. Məsələn, Azərbaycandan, Azərbaycan dilində, Azərbaycan türkçəsində yüzlərlə YouTube kanalında televiziya işlədənlər var. Tək Azərbaycan deyil. Onlara zəng eləyib. Demək lazımdır ki, mən sizin kanala çıxmaq istəyirəm. Mənə söz verin. Səni döyüb öldürürlər, mənim xəbərim yox, mən nə bilim ki? Sən əgər səs çalmırsansa, sən fəallıq göstərib ekranlara çıxmaq istəmirsənsə, mən nərədən bilim, qardaşım? Sən zəng eləməlisən, bütün televizyonlara, söz istəməlisən. Mikrofon verin mənə, mən dərdimi deməliyəm. Çıxıb orada Azərbaycan türkçəsində, baxın, Osmanlı türkçəsində, yəni bizim auditoriyanı anlaya biləcəyi bir dildə danışmalısan ki, mən Uyğur Türkiyəm, mən Çində zülmə məruz qalıram, ey müsəlmanlar, mənə yardım edin, səsimi duyun, yayın mənim səsimi, dünya onda duracaq. İngiliz xalqı hardan bilsin ki, Uyğur türklərinə zülm var. Əgər hər hansı Uyğur İngilis dilində çıxıb, İngilis dilli auditoriyaya, İngilis dilli xalqlara bu barədə məlumat vermirsə, bunu hardan bilsinlər? Demək istəyirəm ki, dərdimiz eynidir, problemimiz eynidir. Azərbaycan türklərinin 20% torpağı işğal altındadır. Mənim Uyğur qardaşımın xəbəri yoxdur. Niyə? Çünki birinci, Çində fəaliyyət göstərən Azərbaycan böyük elçiliyi namussuz adamdır, vəzifəni icra eləmir, orada yaşayan ən azı türklərə televizyon proqramları vasitəsilə xəbər çatdırmalıydı ki, ay Çin vətəndaşları, Azərbaycanın 20% mən işğal eləyib. Onda sən də Çində yaşayan bir Uyğur kimi, vətəndaş kimi, o televizyonda mı işləyəcəksən? Deməli, orada olmayıbdır bu. Deməli, Çində bizim səfirlik işləmir. Çində bizim ziyalılar iş aparmırlar və Azərbaycan dövləti Çində iş aparmayıbdır, bu bir. Hindistan həmin vəziyyətdədir. Almanya həmin vəziyyətdədir. İngiltərə həmin vəziyyətdədir. Eyni problemdə siz yaşayırsınız bu günləri. Ona görə mən, Abdüsəttar bəy, Tur Muhammed qardaşım, mən şəxsi təşəbbüsümlə Uyğur problemini, Uyğur dərdini Azərbaycan dilli, türk dilli, yəni Azərbaycan türkçəsində olan efirlərə çıxartmışam ki, zorla, öz təşəbbüsümlə ki, xalqıma deyim, yaxşı, bunu mən elədim. Bəs mən bunu eləməsəydim, sizin bu günlərdə dayanmışıq, söhbət edirik. Sizi mənim xalqım necə tanıyacaqdı? Azərbaycan türkü hardan bilsin ki, Elminar adlı bir kız, onun bir kız övladı, bir türk balası zülm çəkir, zülmə məruz qalıb. Çin tərəfindən təqib olunur. Hardan bilsin? Bilmirəmsə kömək edə bilməyəcəyəm. Bilmirəmsə səslə səs də verə bilməyəcəyəm. Deyə bildim mi? Anlada bildim mi fikrimi? Anladım. Buyurun. 15 dəqiqə vaxtımız var. Efirimizin sonuna 5 dəqiqə, 5 dəqiqə. İstədim ki, bu dediklərim barədə mövqelərin bildirsinlər. Başlayaq. Mövqələrin bildirsinlər, inşallah. Mən elə istəyərdim ki, İlminur qızımızdan başlayaq. İlminur xanım, bayaqlarım mən sizə dedim son söz. Buyurun, bax, Qurban bəyin söylədikləri ilə bağlı nə fikirləşirsiniz, efirimizə deyin. Hər əlinizin 5 dəqiqə zamanı var. Sərbəst şəkildə həyəcanlanmadan danışın. Buyurun, Elminur xanım, buyurun. Evet, az önce Kurban abinin dedikleri çok doğru bence. Çünkü bana bir şey olduğunda ben onu sesimi çıkarmazsam, ben söylemesem kimse bilmiyor. Önce benim onu söylemem gerekiyor. Sesimi duydurmaya, başkaları sesimi duydurmaya, o zulmü anlatmaya çalışmam gerekiyor. Bizde Uygurların yani 100 senedir, çok uzun senelerdir bizim başımızda zulüm var. Ama bunu anlatan çok az oldu. Yani son senelerde, bu birkaç senelerde anlatan oldu. Ama önceden o kadar anlatan olmadı. O yüzden yani çoğu insanlar, çoğu dünya, çoğu memleketler bilmiyorlar. Bu zulümden hiç haberi olmadı.
O yüzden ben bundan sonra sesimi daha çok çıkartmaya, bu zulmü anlatmaya çalışacağım. Çok iyi ders oldu bana. Teşekkürler, teşekkürler. Halaldır. Allah sizden razı olsun. Turmahmet Bey, buyurun, söz sizde. Selamünaleyküm. Qurbanbay kardeşimiz yaxshi so'zlarni qildi. Endi har bir millat o'zining bo'libmi shu Uyg'ur, mayli Uyg'urlar bo'lsin, Ozarbayjonliklar bo'lsin, har xil masalalar o'zimizda bor. Biz Uyg'urlarmi shu o'zimizning davosini dunyoga anglatish jihatda bizning yetakchiliklarimiz ko'p. Lekin mushtaq bir yetakchiliklarni biz yani yengib, her birimiz, her bir Uyg'ur, mayli o'zi shaxsiy bo'lsin yoki tashkiliy jihatdan bo'lsin, biz o'zimizning ovozimizni atrofimizga, dunyoga, qarindoshlarimizga anglitib kelyapmiz. Shundoq bo'lsa-mu, yani bizning bu masalamizni butun dunyo to'g'ri tushunib, to'liq tushunib ketgani yo'q. Nurg'un ellar yana Xitoyni qo'llab bizning masalamizni, Xitoyning ichki masalasi yoki bo'lmasa Xitoy to'g'ri qilyapti, Xitoy terrorizmga qarshi qilyapti deb yana Xitoy taraf bo'lib bu masalani xunuklaştırıp kelyapti. Lekin Amerika, Yevropa elleri erkinlik, demokratiyani asos qilgan holda inson huquqlarini qo'g'dash, Uyg'urlarningki bunday qirg'inchilikqa uchrab ketishiga yo'l qo'ymaslik, mushundaq bir prinsiplar orqali bizning bu davarimizni bular qo'llab kelyapti. Masalan, Amerikada shu yaqinda senatdan rasmiy bizningki Uyg'ur inson huquqlari qonunini tasdiqladi. Oldimizda bu parlamentda bu rasmiy tasdiqlanib, Trump bunga imzo qo'ysa, bu bir cho'ng bir Uyg'ur davosini bir cho'ng bir ilgirlash bo'ldi. Teşekkürler. Endi Ozarbayjon masalasiga kelsak, Ozarbayjon hukumati aslida bu ishni o'z oldiga olib berish kerakdi. Chunki Ozarbayjonning o'zining hukumati bor, davlati bor, davlat apparatlari bor. Bu jihatdan bu Ozarbayjon hukumatining qilgan ishlari ehtimol yetarsiz bo'lishi kerak. Chunki men shaxsan Ozarbayjon hukumatining shu Yaponiya turishliq bu baş elchixonasi o'zining bu masalasini qanchalik Yaponiyaga anlatdi. Bu to'g'riliq mening hech qanday bir xabarim yo'q. Lekin bu bir qiziq nuqta. Bu Qarabağ masalasi xalqaro bir qiziq bir nuqta bu. Bu bir cho'ng problemda. Shunga Ozarbayjon o'zi bu masalani xalqaro o'tirib qo'yish kerak. Albatta, Ermenilarning kuchi kuchli xalqaroda. Ularning lobbichilikni qattiq qiladi. Shunga qarshi Ozarbayjonliklarni bunday lobbichilikni qilish kerak. Mayli Amerikada bo'lsin, Yaponiyada bo'lsin, Yevropada bo'lsin, bu o'zining masalasini o'zi anlatmasa, uni haq uning qilib bermaydi. Hozir shu Qurbonbay qarindishimizning so'zlarini anlig'anim shunchalik bo'ldi. Rahmat sizga Qurbonbay. Teşekkürler, sağ olun. Abdüsattar Bey de sözünüzü yeşonlaştırak. Vaktimiz Abdüsattar Bey, buyurun, söz sizde, buyurun. Ben de bu son yıllardır ben de mesela annemin tutukladı olduğunu ya da gazetelere, şeylere çıkmaya çalıştım. Hem çıktım kendi isteğimle ama istemeyen de oldu. Çünkü bu dedim ki bu son yıllarda biraz gündeme gelmeye başladı. Ondan önce zaten kimse istemiyordu. Uygur deyince bile tanımıyordu. Ben dedim ki size biraz önce bir Azerbaycanlı bir oda arkadaşım vardı. Ama konuşuyorduk bazen. Bana bu mesela aslında ben anlattım ona. Mesela bizim böyle durumlarımız var. Ama o Azerbaycanlı arkadaşımız bana mesela Karabağ anlatması lazım değil mi? Ama bu bana anlatmadı. Aslında o anlatsaydı bilirdim yani. Bəli. Evet. Yani ama ben anlattım yani. Biri görürse, konuşursa kim varsa benden mesela konuşurken ben hep derdimi anlatıyorum. Böyle durumlar oluyor. Ama
ben bir oda arkadaşımdan mesela dillerimiz yakın olduğunu biliyorum. Mesela yakışımsız kelimesini siz de kullanıyorsunuz, biz de kullanıyoruz. Mesela yani Türkçe ile Uygurcasının ortasındaki bir dil yani Azerbaycanca. Evet. O yüzden bize yani daha yani bir kardeş yani bir duyunca bir yakışımsız diye sesi duyunca bir çok sıcak geliyor bize de. Ama o maalesef ki o arkadaş anlatmadı bana bu şeyi. Anlatsaydı ben de burada böyle şey var derdim yani. Güzel. Ondan başka ben kendi isteğimle bu MHP'nin şeyine gittim. Ondan sonra orada duydum. Bizim üniversitede de programlar oluyor ama bir şey mesela sizin programlarınıza hiç şey yapmadım mesela duymadığım için katılmamış olabilirim yani. Bundan sonra izleyip yaymak lazımdı. Uygur kardeşlerimize haber verin. Bizim televizyaya abone olsunlar ve her haftanın birinci günü bütün Uygurlar bilsin. Her haftanın birinci günü bizde Uygur gündəliydi. Çıxıb ham dərin deməlidir. Və burada çalışın danışanda İngiliz dilini bilən, Fransız dilini bilən, Alman dilini bilən adamları dəvət edin bura ki 3 dəqiqə, 5 dəqiqə o dillərdə dünyaya müraciət eləsinlər. Oldu mu? Olur. Təşəkkürlər, çox sağ olun. Qonaqlarımızla artıq vidalaşaq. Təşəkkürlər hər birinə. Biz həqiqətən də qardaşıq. Biz qardaş olmasaydıq, heç bir tərcüman olmadan burada bir-birimizdən belə anlaşıla bilməzdik. Heç bir problem olmadan belə bir efir yapa bilməzdik. Mən sizin hər birinizə Allahdan belə uğurlar diləyirəm. İnşallah Allahın izni, Allaha əmanət olun. Növbəti görüşlərimizdə bir yerdə bu cür buluşana qədər. Sağ olun, gecəniz xeyrə qalsın. İnşallah görüşənədək. Sağ olun, minnətdarız. Sağ olun. İnşallah, sağ olun. Teşekkür ederiz. Sağ olun, var olun. Əslən vətənlər, dəyərli dostlar, hörmətli xanımlar və bəylər. Növbəti bir verişimiz də tamamladıq, amma ümid edirəm ki, xalqımız mənim apardığım bu işin mahiyyətini başa düşməkdədir və gec-tez hamı başa düşəcək. Güc birlikdədir. Erməniyə qarşı Azərbaycan daxilində birləşməliyik. Bütöv dünya güclərinə qarşı bizim üstümüzə gəlirlər. Türk dünyasının və İslam dünyasının üstünə gəlirlər. Biz dünya miqyasında birləşməliyik. Öncə türk dilli xalqlarla, ardınca da müsəlman dövlətləri ilə. Başqa yolumuz yoxdur. Xristianlar bizim qardaşımızdır. Növbədə 3-cü mərhələ xristianlarla bir olmalıyıq. Aydındırmı? Dünyamızı fəlakətlərdən qorumağın tək yolu dünyanın birləşməyidir. Çünki dünyamızın özü üstə bütövlükdə böyük təhlükələri var. Dünya üçün yaranmış təhlükələrdən dünyanın birliyi yolu ilə çıxa bilərik. Bizdəki görürsünüz virus bütün dünyanı təhdid edir. Amma ölkə daxili problemlərdən xilas olmaq üçün ölkə daxilində birləşməliyik. Bütün dünya xalqları türklərin dostudur, dostlar, qardaşlar. Türklər bu dünyada tək deyil. Amma türkün düşməni də var erməni kimi. Və biz uşaq vaxtından, bağça yaşından bundan sonra hamı bilsin, övladlarımıza düşməni tanıtmalıyıq. Nə qədər qorxulu və alçaq bir qonşu ilə yan-yana yaşamağa məhkum olduğumuzu övladlarımıza başa salmalıyıq. Və qardaşlar, son olaraq biri daha deyirəm, əgər sən bu gün Uyğur qardaşının dərdinə şəhid çıxmayacaqsansa, onun harayına hay verməyəcəksənsə, sabah sən də tək qalacaqsan. Sabah sənin də harayına gələn olmayacaq. İstər müsəlman kimi, istər insan kimi, istərsə də bir türk kimi. Fərq eləməz. Ona görə də sizə bir şey deyim. Qətiyyən bu baxış sayın azlığı sizi narahat eləməsin. Qəti. Dəfələrlə demişəm, mən bu verilişlərə başlayanda 2 nəfər, 3 nəfər, 5 nəfər belə başlamışıq. Mən bu yola çıxanda bu yolun bütün çətinliklərini, bütün problemlərini əvvəlcədən nəzərə almışam. Qətiyyən narahat eləməyin. Son ana qədər, yəni qələbəyə qədər, yəni Heydərizmi aradan qaldırıb, Qarabağımızı azad edib, Azərbaycan dövlətinin əsl suverenliyini, real müstəqilliyini təmin edənədək Türk dünyasının, İslam dünyasının və bütövlükdə dünyamızın birliyi əldə olunana dək usanmaq, yorulmaq,
bezmək, ölmək qadağandır. Oldu mu? İrəli vətən fədailəri. Və sonunda rəhmətli İsfəndiyar Coşqunun bir şeirin dəsə təqdim edilməyindən vidalaşaq. Sağ olun, gecəniz xeyrə qalsın. Ey, oyanın, ay cəmahat, bəsdir daha yatdığımız, əli qoynunda durub dərdə qəmə batdığımız. Ey, oyanın, ey cəmahat, bəsdir daha yatdığımız, əli qoynunda durub dərdə qəmə batdığımız. Yığılaraq bir yerə biz düz oturub düz danışaq. Çağıraq gəlsin İvan, burada üzbəyüz danışaq. 60 ildir o deyir, bir kərədə biz danışaq. Məlum olsun ona da əqlə huşa çatdığımız. Oyanın ey cəmahat, bəxtdir daha yatdığımız. Əcaba, söylədiyin cənnət rizvan bu mudur? Qəm kədər bilməyəcək qayğısız insan bu mudur? Hər şeyə sahib olan fəhlə və dehqan bu mudur? Daha artıqdır susub başımızı qatdığınız. Oyanın ey cəmahat, bəxtdir daha yatdığımız. Fəhlənin işlədiyin büsbütün ondan qoparır. Kəndlinin var yoxunun qalxoz adı ilə aparır. Üstəlik kim danışır xox eləyib bağrın yarır. Belədir, bəli bizim Rus verən azadlığımız. Oyanın ey cəmaat, ey, bəxtdir daha yatdığımız. İsfəndiyar Coşqunun 1982-ci ildə yazdığı Komünist Partiyasının tənqidinə həsr etdiyi başqa bir şeir. Yes takaya partiya, eşidir ey insanlar, eşidir ey zamanlar, belə bir partiya var. Böyüşdür müddəası, deyir birləşməlidir zəhmətkeşlər dünyada. Deyir dağılmalıdır zalımlığın yuvası. Deyir ki marksizmin ədalətdir mənası. Deyir gərək qələbə çalsın Lenin duhası. Deyir, hey deyir, peydəri pey deyir. Gah bağırtı salır hay, gah edir girey deyir. Fəqət bu deyirlərin əgər düşünsək dərin, hələ bu günə qədər görən yoxdur səmərin. Budur, düz 150 il çalınır bu boş təbil. Bəşəriyyət elə bil qayıtmış körpəliyə. Komuna deyə 150 il durmadan axıdır nahaqqan. Adi bir yəhudinin uydurduğu oyunundan ölkələr olur viran. Yes takaya partiya. İnsanları o güya azadlığa aparır. Durmadan hay qoparır. Bəli, bir partiya var. Bəli, bir partiya var. Hər şeyi edir inkar. Marksın uydurduğu və Leninin qurduğu Komünist Partiyası adi terror yuvası. Çaşdırır insanları, çaşdırır cavanları, ölməyə, öldürməyə təşviq edir onları. Məzlumların qanı ilə boyanmış bayrağı var. Kreml meydanında tilsimli çırağı var. Başçıdır sarı iblis, hər yerdə casusu var. Hər yerdən sorağı var, tiryəki əvəz etmiş bolluca arağı var. Beyinləri qurudur, məhv edir ağılları, əməldə ancaq budur, kommuna nağılları. Bugün bütün ölkələr dəyibdir bir-birinə. Dərin düşünsək əgər, kommunizm yerinə bəlaya düşüb bəşər. Kommuna adlı bir şər. Varlığı təhdid edir, dünya kommunizmə yox, məhvinə doğru gedir. Belə deyilsə əgər, bəs bu qorxunc raketlər və atom bombaları, Cənab Reyqanların nə üçün olub şuarı? Onun da bəhanəsi qorxulu bayquş səsi dən vurur kommunadan. Məgər bilmir o nadan, nə kommuna, nə filan. Bəli, Rusiya kommuna deyə öz qanlı ordusunu yeridir bir ölkəyə, Moskvayı yayır şayə. Əgər biz olmasaydıq, qonşu Əfqanistanı ordu ilə almasaydıq, kommuna mənafeyi orada əldən gedərdi. Var belə bir partiya, hərbi bazalar qurur, amma suhdən dəm vurur. Dünya kommunistləri ona havadar durur. Moskvanın səsinə uyub, inanmış onlar. Yes takaya partiya. Yes takaya partiya. İnsanları o güya sakit sülhə çağırır, fasiləsiz bağırır, amma sülh deyə artıq neçə ölkəyə yerləşdirib raketlər.
onlar işə salınsa, dünyadan qalmaz əsər. Bəli, bir partiya var, özü də etmir inkar. Lazım sayaqsa hər an qorxulu knopkadan istifadə edəcək. Canlı cansız nə varsa məhv olacaq, gedəcək. Eşidin ey insanlar, eşidin. Nə qədər ki gec deyil, nə qədər ki imkan var, Komünist Partiyası o xəyanət yuvasını tərk edin hər ölkədə. Beləliklə bəlkə də Moskva və Vaşinqton atom yarışmasına bir dəfəlik qoya son. Susturun Reyganı da, bəli onu da. Ağ evdən edin kənar. Ağ evdən edin kənar, eşidin ey insanlar, nə qədər ki Kreml var, dünyamız qorxuludur. Bu qorxunu yaradan Marksizmin təlimi Leninizmin yoludur. Dünyamız qorxuludur. Bu qorxunu yaradan Marksizmin təlimi Leninizmin yoludur. Heydər Əliyev də bütün şuurlu ömrünü bu cinayətkar ideologiya həsr edib.